Salam əziz və hörmətli dostlar, çox xoş gördük. Umarım halınız yaxşıdır. Bu günləri hava çox gözəldir burada. Gün çıxıbdır və dağılır. Mən hər halda sevindim yəni. Biraz da onun üçün eşikdəydim, biraz gec gəldim. Arz edeyim xidmətinizə ki, yenə kitab oxumağa başlayacağım. Amma doğrusunu desək, bu günləri çox göylüm istirdi kitab oxumayam. Bəlkə biraz vəziyyət, bəzi şeylərdən danışam. Üç şeyi danışım bu günləri, bəlkə bu gün kitab oxumarıq. Bəlkə kitab oxumarıq bu günləri, bu üç mövzunun haqqında danışaq. Birincisi, bu ki, İranda, əlbəttə dünyanın hər yerində bahalıqdır, bunu deyim. Mən indi getmişdim süd almağa. Süd geçən həftədən bu həftəyə $1 bahalaşıbdır. Hər şey təqribən üst-üstə korona gələndən bahalaşıb, çox bahalaşıbdır. Bəzisi 2 qat qiymətləri gedib üstə, bəzisi az, bəzisi çox. Bu İranda da bahalıq var, çox bahalıq var həm də. İlləti də biz bilirik niyə, siz də bilirsiniz niyə. Amma məsələ budur ki, indi bu etirazlar, bunlar bir etiraz istir. Yəni, ərəblər indi neçə gündür, 3 gündür təqribən qalxıblar, etiraz edirlər. Şəhərləri təqribən hökumət nizami halətindədir. Bizim milli fəalların içində rejimin amilləri ki, bizdən tündü də şeydilər, milliyyətçi görsənirlər. Onlar normalda deyirlər ki, biz çıxmayacaq xiyabana, etiraz eləməyəcəyik, nə bilim, biz panfarsın maşası olmayacaq, biz özümüz öz sözümüzü deyəcəyik, amma öz vaxtında. Bu vaxt ha vaxt gələcək, onların nəzərində bəlli deyil, heç vaxt. Baxın, biz bir millətik. Bu millətin ağlı var, milli mənafiyi var. Bu milləti bir dəfə, 2 dəfə toğlayıblar. Deyək ki, 57 inqilabında toğlayıblar, 1-2 dəfə də ondan sonra xiyabana çıxmışıq, toğlanmışıq. Amma biz daxil təsmin tutmuşuq, toğlamayaq, amma fürsətlərdən istifadə eləyək. Əgər ərəblər çıxırlar eşiyə, əgər o birisi millətlər, hətta farslar, Şirazda, orada-burada görünür, bəzi yerlərdə çıxıblar eşiyə, bu bizə bir imkandır. Bunu mən o strateji kitabını da oxuyanda demişəm, biz gərək indi çıxaq eşiyə. Niyə? Çünki İran polisi, ittilatı, bəsicisi, filanı, bəhmanı bunlar eləyə bilməzlər. Hər yeri kontrol eləyərlər. Əgər əl-əhvaza gedələr, məsələn, deyək ki, istəyərlər gedərlər onların şəhərlərinə. Azərbaycan boşalar. Azərbaycan qalxsa ayağa, Azərbaycanınki Azərbaycanda, Tehranınki Tehranda, Kərəcinki Kərəzdə, İsfahanınki İsfahanda, Şirazınki Şirazda, hər yerinki özündə qalar, heç kəsi heç yerdə kontrol eləyənməzlər. Ondan sonra da şüarları biz təyin edirik. Güney Azərbaycanda, Türkmən səhrada və ha belə Qəşqaistan, Türk yurdunda biz özümüz öz şüarımızı təyin edirik. Ana dilində mədrəsə, milli hökumət, istiqlal, azadlıq, bunlar bizim öz şüarımızdır. Milli mənfəət. Bizə kim deyə bilər ki, siz gəlin Rıza Şah deyin. Hətta əgər gördük ki, bir ayrı yerlərdə Rıza Şah deyirlər, biz deyərik mərcbər Rıza Şah. Ölüm olsun Rıza Şaha, azadlıq, istiqlal Azərbaycana. Türk dili rəsmi olmalı. Əslən, mənim nəzərimə mədrəsədən geçməli, rəsmi olmalı bu dil. Yəni, hətta İran çərçivəsində də biri istəsə danışsa, gərək deyək, biz axı niyə istirik mədrəsədə fəqət dərs oxuyaq Türk dilini? Biz istirik ki, dilimiz rəsmi olsun. Yəni, biz şüar verəndə gözləməyək ki, məsələn, deyək ki, onlar deyirlər ki, canım fədai İran, biz də deyək canım fədai İran. Yox, biz də öz şüarımızı, canım fəda Azərbaycana, canım fəda Türkistana, canım fəda Türk millətinə. Niyə bunu deməyək? Yəni, məsələn, bizim ağzımızı bağlırlar, farslar, əlimizi bağlırlar. Biz öz şüarımızı versək, deyəcəklər, yox, türklər çıxdı, deyirlər, Rıza Şah, Rıza Şah. Biz desək, ölüm olsun Rıza Şaha, hamı biləcək ki, biz ayrı bir şey istirik. Biz desək, istiqlal, azadi, Türk dili rəsmi olmalı. Kim bizə deyəcək ki, yox, bunlar dedilər ki, məsələn, Pəhləvi gəlsin İrana. O zaman ki, biz öz şüarlarımızı veririk, dostlar, baxın.
bizim ağzımızı bağlamayıblar. Bizim ağlımızı da əllərinə almayıblar. İndi deyək ki, İran qarışdı. Üst-üstə İran qarışılacaqdı və aradan gedəcəkdi. Mənim nəzərimə çox böyük məsələ İranın dövrəsində keçirilir. Mən bir il bundan qabaqdan demişəm bunu. Günas TV-də olanda da bunu ən son bərnamələrimin birində də dedim. Məncə Taliban ki gəldi, Amerika Əfqanistanı verdi Talibana. belə də silah. Özləri keçən həftələrdə dedilər ki, 7 milyard dollarlıq silah qalıb Əfqanistanda. 7 milyard dollarlıq silahı onlar orada niyə buraxıblar? Məncə onların bərnaməsi budur ki, Əfqanistanlıların əli ilə, biraz da Pakistandan, biraz da o birisi yerlərdən, Əraqdan, oradan, buradan İranı tapdalasınlar. Mənim düşüncəm budur. Amma əgər indi millətlər qalxar ayağa, Farslar özləri Tehranda, İsfahanda, Şirazda, Semnanda, Yazda, Kaşanda, orada, burada qalxsalar ayağa. Ərəblər qalxsalar, Bəluslar qalxsalar, Şürdlər qalxsalar. Yəni biz də qalxaq. Deməyək ki, onlar qalxsınlar, sonra biz qalxaq. Çünki İran rejimi gücün toplar, Ərəbi yatırdar. Sən qalxanda da Ərəb oturur yerə, Ərəbi bizi gələr yatırdar. Amma əgər indi ərəblər qalxıblar, Azərbaycan da qalxsa, Türkmən də qalxsa, Qəşqai də qalxsa, Kürd də qalxsa, Lor da qalxsa, Ciyləş də qalxsa, Mağlan da qalxsa, bunların gücləri olmaz bizi vura. Və biz nə deyərik? Hətta bir bala fürsət ələ gəlsə, radio, televizyona alıb əlimizə, bura Güney Azərbaycan Türk Cumhuriyyəti deyə bayrağımızı qovzarıq güya. Biz İrandan ayrıldıq. Türkiyə, Azərbaycan, dünya bizi rəsmiyyəti tanıyın, bizə köməklik eləyin. Biz burada istirik dövlətimizi quraq. Bu bizim yolumuz. Aydın aşkar. Yəni, dostlar bunu beləsi görməliyik. Biz gözləməliyik ki, yox, mən bədbəxtəm, əliyəm, zəliyəm, mənim siyasətçim yoxdur. Niyə yoxdur, dostlar? Bizim bir zaman siyasətçimiz yox idi. İnqilabın əvvəlində 56-da, 57-də, 55-də, 54-də Azərbaycancı yox idi ya da barmaq sayıcan, iki əlin barmaq sayıcan yox idi. Amma bu günləri bizim yazarımız fəqət, filsufumuz fəqət o zamanın kollə Azərbaycancılarından çox filsufumuz var indi bizim. İndi bizim çox siyasət bilənlərimiz var. Stratejistlərimiz var. Bizim mübarizə görmüşlərimiz var. Bizim bir nəslimiz türkçülük nədir bilə-bilə sərbaz gediblər, örgəşiblər silahı savaşı. Eyni halda bizim yanımızda bir Türk dövləti var. İki Türk dövləti var. Güclü dövlət. Dünya üzərində sözləri var. Taza savaşdan çıxıblar, piruz olublar. 45 gündə dünya başarmayan işi başarıblar. Niyə biz bundan gözümüzü yumaq? Onun üçün dostlar, çıxaq eşiyə, millətimizi çağıraq, şüarlarımızı verək, Farslar şüar nə versələr onun tərsəsini verək, eyni halda onun yanında öz milli şüarlarımızı çəkək, istiqlal, azadlıq, milli hökumət, Azərbaycanın haqları olmalı, türk dili rəsmi olmalı, mədrəsələrdə oxunmalı. Nə ki, hər kəsə ana dil, türk dilində mədrəsə olmalıdır hər kəsə. Mən ki, dərs oxumuram, sinini keçib, mən də türk olmalı. Yox, türk dili rəsmi olmalıdır. İranın başında türk var. Onun üçün İranın başında Fars yoxdur. Diqqət buyurun, Əl-Əhvazda, Qəşqaistanda, Bəluçistanda, Azərbaycan torpaqlarında, Türkmən səhra torpaqlarında, hətta deyə bilirəm, Mazənidə və Ciyləkdə və ha belə Loristanda şey yoxdur. Fars yoxdur ya da çox azdır. Yəni Mazənilər özləri demirlər biz Fars yoxdur. Onlar deyir biz Mazəni yox. O birisi deyir ki mən Ciyləkəm, o da deyir mən Loram. O birisi deyir mən Kürdəm, o birisi deyir mən Ərəbəm, o da deyir mən Bəluçam. Bizdəki deyirik Türkük, Qəşqai Türkü, Azərbaycan Türkü və ha belə Türkmən səhra Türkü. Bəs bu öz şüarımızı verək, öz dövlətimizi quraq və gedək qabağa. Biz ittihadımızı da göstərməliyik. Yəni, o birisi millətlərə deməliyik ki, biz sizin yanınızdayıq. Biz də qalxan da siz bizim yanımızda olun. Yəni, sabahlar biz dövlətimizi qurduq, onlar bizə üstümüzə hücum gətirsələr, biz əgər Əl-Əhvazdan, Kürdistandan, Ərəbistandan, hər yerdən istəsək qalxırıq, onlar da bizi qalxarlar, himayət edirlər. Onun üçün biz millətimizi istəyək. Bu birinci məsələ. Ki, millətimizdən istəyək çıxsınlar, ayağa dursunlar, danışsınlar. İkinci məsələ ki, danışacağım, pan-fars və pan-türk məsələsidir.
Dostlar, bir de insanlar qorxurlar ki, bizə pan deyərlər. Əvvələn panın mənası nədir? Pan yəni aşıq olmaq. Pan yəni aşıq olmaq. Panfars yəni o adam ki, farslara aşıqdır. Panfars o adam ki, farslara aşıqdır. İndi Farsın nəyinə aşıqdır? Əvvələn Farsın dövlətçiliği var. Bir dövləti var da. Bu dövlətə aşıqdır. İkinci, istemarına aşıqdır. Yəni, bu dövlət türkləri, ərəbləri, bəlusları, türkəmənləri, qəşqailəri, lorları, giyləşləri, mazəniləri və o birilərin alıbdır dizinin altına və bunları sömürür. Buna deyirlər bu istemar, amma bunu sövürlər. Bunlar hətta deyirlər ki, Azərbaycan, Şimali Azərbaycanda bizimdir, nə bilim, orada bizimdir, burada bizimdir. Bunlar bizim İran epozorcudan danışırlar və deyirlər ki, bunlar bizim torpaqlarımızdır, bizim əlimizə gəlməlidir. Bu pan-farsıdır genə də. Genə də yoxcudur. Yəni, bunlar mənafilərini istəyirlər. Yəni, mən müxalif deyiləm Fars bu ki, pan-fars olsun. Mən əslən pan-farsla müxalif deyirəm. Onun haqqıdır. Çünki onun millətidir, onun dövlətidir, sevəcək. Onun istemar varlığıdır, sevəcəkdir. O bizim torpaqlarımızı yığır, aparır, malımızı yığır, aparır, bahlarımızdan pulumuzu yığır, aparır, maliyyatımızı yığır, aparır, bizi müftə işlədir, bizi vətənimizdən köçürdür onlara, biz gedirik onların torpaqlarını alırıq, torpaqlarında alanı sonra, tək torpaq almırıq ki orada. Oradakı torpaq aldıq, onu tikmək lazımdır. Tikirik, onların kərxanaları işdir. Məsələn, kərpic alırıq, gəç alırıq, siman alırıq, ərz eləyim xidmətinizə, dəmir alırıq, bərq simkeşliği var, hüllə simkeşliği var, ondan sonra bunun pəncərəsi var, qapısı var, bunun şüşəsi var, bunlar hamısı işlir. Ondan sonra bunun mis səndəl alırıq, televizyon alırıq, radyo alırıq, kompüter alırıq, nə bilim, yaxcəl alırıq, kabinet alırıq, fərş alırıq, kilim alırıq, qapqacaq alırıq. Bunların hamısı onların iqtisadını gücləndirir. Biz bunların hamısına pul veririk, alırıq. Bunlar onun iqtisadını gücləndirir. Köç iqtisadı buna deyirlər, dostlar. Köç iqtisadı. Və o tərəfdən də dünənəcən ki, yerləri getmirdi metri 10 min tümənə, indi 10 milyon, 20 milyon tümənə yerin metrin verir bizə. Yəni, yeri də qiymətə minir. Yəni, həm yerin baha satır, pullanır, həm də biz orada gedirik, hər şeyimizi yenidən başlayacaq və onlar güclənəcəklər iqtisadi cəhətdən. Bu da onu, niyə sevməsin bunu? Bu da onun bir siyasətidir. Bizi oynadır. Deyir ki, Azərbaycanda sərmayə qoymur, Qəşqaistanda sərmayə qoymur, Türkmən səhrada sərmayə qoymur və biz iş tapmaq üçün deyir ki, məsələn, İsfahanda iş var. Biz bilirik ki, İsfahanda iş var, gedirik İsfahana, Şirazda, Bəndərdə, orada, burada, Yazda, Kirmanda, Simnanda, Fulanda iş var, gedirik onların da alısıca. Və biz vətənimizdən yurdumuzu ya ucuz satırıq şəhərdə olsaq, ya da kətlərdə olsaq yerimizi boşaldırıq. Kim bizim yerimizi alacaq kətdə? Gedirik orada, çətin vəziyyətdə yaşırıq, amma deyirik ki, bura genə Azərbaycandan yaxçıdır, çünki azdan çoxdan qazanırıq. Bildiniz? Onun üçün, bu da bir məsələdir. Onlar bunu, panfars bunu istəyir. Çünki siz ona sərvət aparırsınız, o sərvətlənir və siz dalıya gedirsiniz. Dili rəsmidir, dili hamının üstündədir, bu ona mühümmüdür. O deyir ki, mən fars dilini sevirəm, fars dili dünyanın ən yaxçı dili. Məncə də düz deyir. Biz çalışırıq deyək ki, onların dili zəifdir, amma o dilini sevəcək. İttifaqən o sevdiği üçün də o bizə zor edir ki, siz bizim dilimizi oxuyun. Yəni, bu yaxçıdır da. Biz eləmirik, biz iştibah edirik. Biz iştibah edirik. Məncə, panfarslar düz görürlər. Düz iş görürlər. Amma mən panfars deyəndə demirəm farsa. Baxın, bir fars var, bir panfars var. Fars o adamdır ki, özü farsdır, həm də panfars ola bilər. Amma panfars türklər ki, panfarsdılar. Ərəblər, bəluslar, qəşqailər, türkəmənlər, giyəklər, mazənilər, lorlar, onlar, bunlar. Bunlar ki, panfarsdılar. Mənim müşkilim çox bunlarlandır. Çünki bunlar öz millətlərini görmürlər. Gediblər, o birisi millətə qulluq edirlər. O birisi millətin çıxarları, onun milli mənfəətini sevir. Fars özü öz milli mənfəətini sevir. Bir dənə məmləkət düzəldibdir, hər halda bizi işğal edib, filan yeri, bəhman yeri işğal edib, bir dənə məmləkət var, sevir. Niyə sevməsin? Oradan qazancı gəlir, oradan milli gəlir. Oradan sabah biri ilə Əraqla savaşırdı, biz gedirdik ona savaşırdıq. Tək olsaydı, məsələn deyək ki, indi, məsələn deyək, 100 nəfər savaşda ölübdür, ya 500 min nəfər ölübdür. 500 min nəfərin 50 min nəfəri fars olsa, 450 min nəfəri fars olmayan millətlərdəndir. Yəni, bu ola bilərdi, tək fars ölsün 500 min nəfər. Yox,
Fars bölsün, 50 min nəfər Farsdan ölsün, 450 min nəfər də birisi millətlərdən ölsün. Diqqət buyurun. Niyə bunu sevməsin? Yəni dəlidir. Yox, dəli deyil. Ağıllıdır insafən, çox da ağıllıdır. Deyir ki, mən bu Kürdü, bu Ərəbi, bu Türkü, bu Loru, bu Ciləki, bu Mazənini, bu Qəşqayını, bu Türkiyəməni gətirəcəyəm. Burada mənim yolumda öləcəklər. Ondan sonra da deyir, mən bunlardan maliyyət alıram. Bunların topraklarını aparıram, bunların sularını aparıram. Axı, qumda şirin su nə qeyrər? Ömür boyu qumda, ömür boyu, tarix boyu qumda şirin su olmaz. İndi orada dəryasa düzəldilər, şirin su ilə balıq saxlayırlar. Yazdidə, Kirmanda, Kaşanda, İsfahanda, Simnanda, Şirazda, bunlarda su nə qeyrirdi? Roşnabad deyə bir dənə dərə, bir dənə çıqqılı bir yerdi, vahə deyirlər ərəbcan. Orada bir zərrə su var idi, adı Roşnabad, Hafız ona şeir deyibdi. Çünki var yox, elə bir dənə Roşnabad idi da, ayrı bir şey yox idi ki. Amma niyə sevməsin indi ora çönübdür? Tamam suyu, Ərəbistanın suyun, Loristanın suyun, Azərbaycanın suyun, Cilanın, Mazəndarın suyu sövdülər, aparırlar o tərəfə. Oranı abad edirlər, bizimki yox. Niyə sevməsin? Niyə pan-fars olmasın? Bu mənfəətdir də bunu ola niyə biz deyək ki, bu adam niyə özünü sevir? İndi məsələ budur ki, biz niyə pan-türk deyilik? Məsələ budur. Axı bizim bir millətimiz var. Azərbaycanda, Qəşqayistanda, Xorasanda, bu şehridə, Sistan, Bəluçistanda, Xorasanda, Türkmən səhrada, Gilanda, Mazəndaranda, Kürdistanda bizim türklərimiz var. Niyə biz türk olaraq, özüm də bilirəm ki, mən türkəm. Ya hətta mən Azəriyəm. Bunu da bilirəm. Niyə mən bilə ki, bu mənim dilim bax bu günləri türkdür. Mənim əgər nəslim də 100 il bundan qabaq, 1000 il bundan qabaq, 10 min il bundan qabaq Azəriymiş, Pəhləviymiş, mənə nə ölüb gedibdi. İndi məsələ budur ki, mən bu günləri türkəm, türkü danışıram. Hüviyyətimi də özüm təyin edirəm. Sən mənə hüviyyət təyin edə bilməzsən. Sən kimsən ki? Sən müstəmirəçisən, sən sümürgəçisən. Sən fəqət bunu mənə istəyirsən ilqa eləyəsən ki, mən sənin daha çox nökərin olam, mən istəmirəm. Sən bu günəcən düz də desən, mən deyirəm, yalan deyirsən. Bu mənim haqqımdır. Mən özümü türk tərif edirəm. Qutuldu getdi. İndi mən bilə ki, türkəm. Niyə pan-türklükdən qorxuram? Niyə millətimi sevmirəm? Əvvələn türk milləti. İkinci, bu türk milləti təxt Azərbaycanda, Türkmən səhra və İranda olan deyil ki. Əfqanistanda da türklər var, mən sevməliyəm. Türkiyədə də var, Türkiyə dövləti var, sevməliyəm. Şimali Azərbaycan Cumhuriyyəti var, sevməliyəm. Türkmənistan var, sevməliyəm. Qırğızistan var, Tataristan var. Bunların hamısı və çoxdur, sevməliyəm. Niyə sevməyim ki, bunlar yapışsınlar bir-birinə? Torpaqları böyük torpaq olsun, Rusiyədən böyük olsun. Amerikadan böyük olsun. Mən dünənləri baxırdım, deyirdim ki, Rusiyanın 300 milyon cəmiyyəti var. Öz fikrimdə deyirdim, Amerikanın qabağındakı durur bu, hey ona şey gəlir, hədə hərbə gəlir. Bunun cəmiyyəti də Amerikacan olur. Dünən baxmışam, görmüşəm ki, 140 milyon, 240 milyon cəmiyyəti var. Yəni çox az cəmiyyəti var. Yəni Malezinin cəmiyyəti, Endonezinin cəmiyyəti oradan çoxdur, 100 milyon çoxdur. Nədən biz türklər bir-birimizə yapışmayaq? Nədən iqtisadımız bizim genişləşməsin? Nədən maliyyatımız özümüzdə sərf olmasın? Axı, mən pan-türk olsa bunları istərəm özümə də. Nədən öz dilimizdə dərs oxumayaq? Nədən öz dilimizdə danışqaha getməyək? Nədən öz dilimizdə maliyyatımız olmasın? Nədən öz maliyyatımızı özümüzün abadanlığımıza istifadə eləmək? Nədən özümüzün patrumuz olmasın? Nədən özümüzün milli pulumuz olmasın? Nədən özümüzün türklərin milli qoşunu olmasın? Nədən türklərin hamısının bir pulu olmasın? 8-10 məmləkətdir, hamısının bir pulu olsun. Mən hər yerə getsəm, hər kəsindən hər nə alsam, o bir dana pulundan xərcləyim. Bunu dəyişdirəndə mənə zərərli olmasın, onu dəyişdirəndə mənə zərərli olmasın. Niyə bunu istəməyim? Niyə bizim 8 dana, 9 dana türk dövlətinin bir dana ordusu olmasın? Niyə bizim hamımızın pasportu, heç kəsin burada pasporta ehtiyacı olmasın? Hamımız bir dana kartı əlimizdə götürəndə mən türkəm, tamam səndən mən pasportu istəmirəm, xoş ki, sən gəlmir. Öz vətənindir yəni. Nədən bunu eləməyək? Nədən bunu sevməyək? Niyə pan-türk olmayaq? Niyə pan-türküdən qorxaq? Axı, pan-farsların belə hizbiləri var, pan-fars, pan-iranist. Amma bizim yoxdur. Mən demirəm olsun olmasın, bunu danışmıram. Amma deyirəm, yəni, nədən? Baxın, dünyada dostlar. Nəcad, üçüncü şeydə buna bağlayacağım, onu da danışım sonra. Bəs biz əvvələn pan-türk olmaqdan qorxmayaq. Çünki pan-türklük, yəni mən türkü sevirəm. Türkün nəyin sevirəm? Millət olaraq millətin sevirəm. Mümkündür dalıya qalmışıq. İçimizdə oğru da var, əyri də var, yalancı da var, fahişəsi də var, mollası da var, kommunisti də var, yəhudisi də var, məsihisi də var,
Müsəlmanı da var, sünnisi də var, şiəsi də var, bəhaisi də var, şeyxiyyəsi də var, nə bilim, dinsizi də var. Bəli, mən bunların hamısını sevirəm. Niyə? Çünki məndəndirlər. Baxın, bir millətçi, millətinin ən aşağı adamın, ən əskik görünən adamın, ən savadsız, ən düşünməyən adamın, oğrusun, əyrisin, farsın, o birisi millətlərin, alimlərindən üstün tutmalıdır. Mənimdir. Axı, elə bir ki, adam, bax, deyək ki, bir nəfərin indi uşağı var, məruz olubdur. Deyək ki, bir nəfərin uşağı təsadüf edib qışları sınıbdır. Deyək ki, nənədən doğunda əlil gəlibdir. Bunu sevməz ki, bu mənim uşağım zəifdir, bunu öldürək. Gedər, məsələn, həmsayanın oğlu çox da gözəldir, çox da göyçəkdir, çox da pulludur, onu sevər. O ona yaxçıdır, bu da mənim oğlumdur. Bizim də içimizdə hər nə var da bizim millətimizdir, biz onu sevməliyik, biz ona aşıq olmalıyıq. Pan, yəni mən bu millətin aşığıyam. Mən hər kəs dünyada türkçə danışır, onun aşığıyam. Mən onların əmniyyətini istəyirəm. Mən türklərin dünyada birliğini istəyirəm. Mən türklərin bir-birinə yapışmağını istəyirəm. Mən türklərin bir ordusu olmağını istəyirəm. Mən türklərin bir dildə dərs oxumaqlarını istəyirəm. Mən türklərin radio televizyonlarının çox olmağını istəyirəm. Mən türklərin qazancının çox olmağını istəyirəm. Mən bunların alverləri öz içində olsunlar, xaricdə olmasın, pulları getməsin xariciyə, onu istəyirəm. Amma xariciyə cins satsınlar, pul gətirsinlər içəriyə, onu istəyirəm. Əgər pan budur, mən pana, Türk dünyası bir olsun, Türk dünyası güclü olsun, Türk dünyası dünya qabağında özün qoruya bilsin, iqtisadi inkişaf eləsin, insanları, Amerikalılar bu günləri dünyanın ən pozitiv baxan insanlardır. Yəni dünyada hər yerdən deyiləcək Amerikaya. Niyə? Çünki burada bir şey var, məmləkət çox da yekə deyil, amma bir insanların bir iqtisadi gücü var. Nədən bizdə iqtisadi gücə çevrilmiyor? Mən Türk dövlətini sevməliyəm, Türk dövlətlərini sevməliyəm. Bizlər o ruhiyyəni yaratmalıyıq ki, dövlətlər, gəlin birləşin. Biz sizin birləşmənizi istirik. İndi bunun pan kəlməsindən utansaq, deyək ki, mən Türk aşığıyam. Mən Türk aşığıyam. Dedim, panın mənası budur ki, buranı sevirsən. İndi farslar gəlsinlər, pan-türk olsunlar. Niyə biz pan-fars olaq? Türkiyənin Allah min mərtəbə şükür olsun Allaha. İnşallah ki, daha çox geçsin qabağa. Türkiyə biraz inkişaf eləyibdir. Farslar gedirlər orada, ev alırlar, yaşırlar. Oranın azadlığından, iqtisadından, rifahından, əmniyyətindən, dava dərmanından, behdaşlığından, sağlığından, mədrəsəsindən, musiqisindən, dəryasından, dənizindən, ucuzluğundan istifadə edirlər. Niyə olmaz? Niyə olmaz? Niyə bu ittifaq biz Türkiyə ilə birləşə bilmiyoruz? Niyə mən gərək Farsla birləşəm? Fars işi geçən yüzildə mənim hər şeyimi əlimdən alıbdır. Dilimi alıb, tariximi alıb, ədəbiyyatımı alıb, kitablarımı cırıbdı, yandırıbdı, aradan aparıbdı, gizlədibdi kitablarımı dünyada. Biz özümüzdə fikir etdik ki, Türk dilində kitab yoxdur. Olan 8 dana məmləkətdə 8 dana millət, yəni 8 dana rəsmi məmləkət Türk məmləkəti var və bu hərəsinin tarixlərində yüzlər min kitab yazılıbdır və onların heç birisine xəbəri yoxdur. Təbaya gəlir ki, Türkün dilin bir termində demək olar. Oğlum, sən 8 bilmirsən, 8 dana Türk rəsmi məmləkət var ki, bunların yüzlər min içində əl yazılmış tarixdə kitabları var. Və sən bu günləri farslar Türk danışmənləri ilə damad olurlar, yezinə gəlirlər. Olmaz. Niyə mən fars dilini sevim? Niyə mən farsı sevim? Niyə mən İranı sevim? Mən öz millətimi, öz dilimi, öz tariximi, öz ədəbiyyatımı, Türk millətlərini sevərəm. Niyə sevməyim? Niyə bundan utanım? Birincisi budur. İkincisi nəcatpərəstlik, dostlar. Nəcatpərəstlik nə deməkdir? Amerikalılar, dostlar, Avropalılar deyək da, Amerika Avropadır əslində. Avropalılar gəmini düzəldəndən sonra, o buğla işləyən gəmini, buxar deyirlər də, Farsda buğla işləyən gəmini düzəldəndən sonra bunlar gəliblər Amerikaya. Amerikanın yerli insanlarından 100 milyona yaxın geçən 400 ildə, 500 ildə öldürüblər. Bu torpaqları alıblar. Amma bu öldürənlər və bu torpaqları işğal edənlər birazı Portuqallıdır, birazı İspaniyalıdır, birazı
Rusdur, birazı Amerikalıdır, birazı İtalyalıdır, birazı Fransalidir, birazı Almanlıdır, birazı nə bilim Suedlidir, birazı Suistir, birazı Danmarkdır, birazı Otrişdir, birazı Finlandiyadır, birazı Hollandiyadır, birazı oradır, birazı buradır, Macaristandır, oradır, buradır. Bunlar Avropada özləri nəcad əsasında məmləkət qurublar. Nəcad əsasında məmləkət. Alman Cermənlərdəndir. Çoxunluğu Cerməndirlər. Fransəlilər çoxunluğu Fransəlidirlər. İngilislər çoxu İngilisdirlər. Çoxluqdan danışıram. Və onun üstü əslən adları onun üstündədir. Ruslar çoxu Rusdur. Əlbəttə, indi yenə də burada bir əgər yadımda olsa deyəcəm ki, Rusiyanın Amerikada təqribən birdirlər. Yəni sistemləri, idarə sistemləri, böyük yerləri o cür idarə edirlər. Bizim də Osmanlı o cür idarə elərdi, Qacar da o cür idarə elərdi, Səfəvi də o cür idarə elərdi. Yəni böyük imperatorluqları, buna görə ki, insanlar mərkəzi hökuməti düşmən bilməyələr, gərək onlara icazə verəsən ki, daha biraz özlərini idarə eləyələr, belə nəzərə gələr ki, yox dostum, siz panfarsınız, siz Farsların mənafeyini güdürsünüz. Farsların dalısını ona görə fikirlərsiniz ki, Türkiyə Azərbaycanın düşmənidir. İran Türkiyənin düşmənidir. Təbiətən bu düzdür. İran Türkiyənin düşmənidir. Və indi də bunu 2-3 həftədə görürük ki, bu iş aparır. Hər halda sizin sözünüzün üstündə bəhsimizi dəyişməyəcək. Amma indi görürük ki, Amerikada gəlirlər, hər millətdən gəlir bura. Burada bir dominant millət yoxdur. Yəni bir millətdən çox ola, siz deyəsiniz ki, burada çox bu millət vardı, pəs bizdə hamımız bu millətin adını qoyaq Amerika yox. Burada savaşıblar da. Bunlar illər boyu Amerikada iç savaş düşübdü, onda da iç deyildi. İndi iç savaş deyirlər. O zaman hər neçə dənə dövlət var idi Amerikada. İndi 51 dənə də 50 dənə dövlət var. 51 dənə federal dövlətinə fikirəm 51 dənə də 50 dövlət var. Fikir edirəm. 50 dənə Amerikada dövlət vardı. States, özü deyir states, dövlətlər. Və cəlib budur ki, qanun əsasında Kanadada da 12 dənə dövlət vardı. Bir dənə də federal dövlət 13 dənə. Diqqət buyurun, qanun əsasında deyir ki, Kanadanı və Amerikanın nations, Canadian nations, Kanadalı millətlər. Niyə? Çünki burada 12 dana dövlət var, 12 dana rəsmi payraq var, 12 dana intelligence servis var, 12 dana ordu var, 12 dana dövlət var, 13 dana parlaman var. Çünki hər eyalətin, hər dövlətin özünün bir parlamanı var. İndi burada deyirlər, Kanada deyirlər province, o şey ki, İranda ustan da deyirlər. Amma fərqli, ustan deyil. Ustanı İranda ustan dediyimiz şey mərkəzə bağlıdır. Mərkəz oranın müdürlərin, rəhbərlərin, idarələrin, sistemin, bodcasının, hər şeyin mərkəz təyin elər. Ustan budur İranda. Burada o deyil. Burada millət gələr, nümayəndələrini seçərlər, dövləti seçərlər, dövlət gedər hər əyalətdə. Məsələn, mən olan əyalətin adı Ontariodur. Mənim yanımdakı əyalətin adı bir tərəfdə, sağ tərəfimizdəki, Günçıxan tərəfimizdə deyək. Günçıxan tərəfimizdəki adı Quebecdir, Fransa dillidirlər. Onlar özləri, öz dövlətləri var, özləri seçərlər, rəis dövlət var, ondan sonra kabinələri var, bir də məclisləri var. Şəhər məclisindən ayrı, yəni hər şəhərin özünün bir məclisi var. Hər şəhərin özünün şurayı şəhər deyirlər İranda. O var. Ondan əlavə bir dənə məclis var, parlamanı milli var orada. O parlamanı milli olar. İndi bu Kanadada bu birisi tərəfində məsələn Saskatchewan'dur, fikir edirəm, yadımda dəyərindi. Günbatan tərəfimizdə Saskatchewan. Ya Saskatchewan. Burada da yenə nədir? Bir dövlət var, bayrağı var, parlamanı var, məclisi var, ərtəşi var, danışqahı fərqli, hər şeyi fərqli, sistemi fərqlidir. Düzdür, Kanadalıdırlar. Hər şey, amma oranın dövləti, budcasını özü tutur, hər şeyin özü tutur. Bir dənə də federal dövlət var, yəni bu 12 dənə dövlətin bir dənə də dövlət tuturlar. Bu dövlətlərdən ki, burada çıxdılar məclisə, bir dənə də bunların içindən, bu hizbin hansısı çox rəy gətirsə, onun başçısı, o hizbin rəhbəri gedir, olur. Məsələn, burada rəhbər yoxdur, rəis cümhur da yoxdur. Prime Minister, vəzirlərin başı. Vəzirlərin başı olur, deyir, dövləti olur federal, deyir ki, siz mənə %7
maliyyatınızdan ki alırsınız, verin mənə. Bu dövlətlər %7 verirlər ona. O deyir ki, mən sizin yollarınızı, otobanlarınızı, sizin aralarınızda, yəni bu məmləkətdən o məmləkətə gedən otobanlar mənim möhtəmədir. Mən düzəldəcəm bunları. Bəzi şeyləri mən düzəldəcəm. Məsələn, metrolarınıza mən köməklik eləyəcəm. Bəzi işləri alır o 7%-dan ki, bu dövlətlərdən yığır, onlardan deyir mən sizə köməklik eləyəcəm. O da buradan köməklik eləyir. Bir dənə də emergency bir şey gələndə, bir dənə istirari bir vəziyyət gələndə, fövqəladə bir vəziyyət, İranda nə deyirlər bilmirəm ki, bu zəlzələ olur, sel gəlir, atəş fişan filan bəhman. Bunlarda da o federal dövlət gəlir ortaya. Məsələn, indi bu pandemik pandemik deyirlər də. Nədir bunun adı? Covid, korona. Korona zamanında da dövlət girdi ortaya, dedi ki, mən sizə köməklik eləyəcəm. Yemək köməklik eləyəcəm, dava dərman köməklik eləyəcəm. İşçi adamlar ki, işləmirlər, onlara aylıq verəcəm. Aylıq verəcəm. Bu nə oldu? Burada bir yəni istəyirəm deyəm ki, İranda o şey ki, ustan deyirlər, o deyil. Çünki o dövlət mərkəzinin xidmətində olan bir şeydir. Dövlət mərkəzinin əmri ilə gələr, əmri ilə gedər, büdcəsini, hər şeyin göndərər, ora buran bir şey versə. Burada o cür deyil. Burada hər şey bu dövlətin özü elər, sonra özü istədiyi miqdarda verər federala, sonra da federaldan dava elər ki, mən əlan istəyirəm. Məsələn, mən olduğum şəhər Toronto, oraya savaşır ki, mən istəyirəm metromu yekəldən, mənə bir belə milyard lazımdır. O da deyir ki, 10 ilin içində mən sənə bir belə milyard verəcəm. 10 ilin içində verir, bu da başlayır tikməyə, özü də pulun qoyur üstünə, tikir gedir. Diqqət buyurdunuz. Ya məsələn, danışqah tikəcəm, mənə bu lazımdır. Ya filan yerdə, məsələn, bu işi görəcəm, mənə bu lazımdır. Və ya hangi karxananı harada qoyun? Bunu özü deyir, yəni dövlət mərkəzinin işi yoxdur. Cəlib budur. İndi sizə mən bir dənə ayrı bir şey deyim. Bizim 2 dənə əyalətimiz var. Birində nəft qaz var. Alberta adında bir əyalətimiz var. Kanadada. Orada nəft qaz var. Yəni dünyanın böyük rezervlərindən, nəft zəxirələrindən biri Alberta'dadır. Bu istəyir ki, Alberta məmləkətlərin düz ortasındadır. Yəni yolu yoxdur dəriyə. Amma istəyir bu nəfti lülə ilə təkə apara okyanusun qırağında sata Çinə, sata o birisi məmləkətlərə pul qazana. Gərək bunu apara British Columbia, Vancouver'dən apara ora. British Columbia dövləti deyir ki, indi 5 il, 6 ildir zatdır, ələn bəlkə də 7 ildir. Deyir ki, mən səni buradan qoymaram gedir, gərək mənə izafi verəsən. O deyir, məsələn, mən sənə hər nə satacağım, %5'i sənin, mən lüləni buradan aparım. Deyir, yox, sən mənim yerimi qazacaqsan, lülə qoyacaqsan, mənim mühitimi əl qatıracaqsan, bu torpaqlarımı mənim dəyişdirəcəksən. Burada heyvanlarım mənim bir cür olacaqlar, şəhərlərim bir cür olacaqdır, ab-həvam bir cür olacaqdır. Bir zaman bunlar partlasalar, mənim torpaqlarım xərab olacaqdır, bulaşacaqdır. Mənə gəlsən, məsələn, 15% verəsən. 7 ildir federal dövlət, bu hamı yalvarırlar ki, British Columbia icazə ver, bu lülə oradan geçsin, sənə də mənfəəti var, bunlara da mənfəəti var. Yox, mən bir belə istəyirəm, verməsə qoymaram. Yəni, heç kəs eləyə bilməz, çünki o bir dövlət də özü müstəqil. İranda belə bir şey əsən düşünülməz. O tərəfdən qanun əsaslı deyir ki, Canadian Nations, Kanadalı millətlər. Baxın burada nations'dən mənzuru bu deyil ki, məsələn, mən olan şəhərdə 5 il bundan qabağın amarında 120 millətdən burada yaşır. 120 millət. Yəni, məsələn, Fars var, Türk var, Ərəb var, Bəluç var, Rus var, Ukraynlı var, Almanlı var, Suedli var, Fransəli var, İngilisli var, Romanili var, Japonlu var, Çinli var, Korelli var, Filipinli. Hər yerdən, yəni hər yerdən burada var və çoxdular. Yəni özlərinə bir kiçik şəhərlər düzəldiblər. Məsələn, Chinatown deyə, yəni Çinlilərin şəhəri. Nə bilim, Cabbage Town deyə filan yer. İtalyan, Little Italian, çıxdılı İtaliya. Məsələn, filanları. Məsələn, Richmond Hill, İran. Filan yer Hindilər. 2 dənə yer çox hindilərin əlindədir. Mən olan şəhərdə. Əlbəttə dedim, bunlar özü şəhərdir ha. Yəni böyük şəhərdir. Məsələn, Mississauga və Brampton. Bunlar ikisi çox hindilərin əlindədir. Elə ki, hindi məmləkətidir yəni bura. Siz gedirsiniz ora, tamamən hindi. Tamam hindi. Yaxçı, bunları demir. Deyir ki, burada nations var. Nations nədir? Bu 12 dənə dövlət ki, dedim var. Bir də burada aboriginal dedikləri, İranda tərcümə edilən sorpus. Bunlar da dağınıq məmləkətləri var özlərinin.
Birazı Ontario'dadır, birazı Quebec'dədir, birazı Alberta'dadır, birazı hər yəni bu 12 eyalətdə dağınıqdılar, müxtəlif yerlərdə. Onlar da özlərinin dilləri, hüviyyətləri, tarixləri var. Qətliam olublar, gəliblər, tamam, onlar yerində. Amma indi də özlərinin bir torpaqda onlar yaşırlar. Orada özlərinin teritori deyirlər. Bu bizim torpaqlarımızdır. Müstəqildirlər, dilləri var, filanlar var, bəhmanlar var. Federal dövlətə də deyir ki, mən sənə maliyyət verməyəcəm. Federal dövlət də deyir ki, mən sənə maliyyət də verəcəm, köməklik eləyəcəm, maliyyət almayacağam. Dedim də, bunlara da məmulən siqarda, əlikolda, benzində. Bunlardan maliyyət almırlar. Qalan şeylər bilmirəm. Onun üçün bunlar çox motaddılar, çox siqaridilər və çox daha şeydilər. Biraz ucuz olduğu üçün. İndi dostlar, pəs bu da bu sistem ki burada. İndi burada nations deyəndə qanun əsası, Kanadanın qanun əsasında bir dana cümlə var. Deyir ki, Prince Edward Island, Edward Island Şahzadə Edwardın cəzirəsi, bir dana cəzirədir, adı üstündədir. Şahzadə Edward cəzirəsi. Bu cəzirənin cəmiyyəti bilmirəm 200 mindir, 300 mindir, 150 mindir, 50 mindir. Mən bilmirəm, eləyə bilir Google, Həzrəti Google-dən soruşaq ki, how many people are living in the Prince Edward Island və o bizə deyəcək ki, məsələn, bir belə adam orada yaşır. Amma qanun əsasında deyir ki, how many people are living in Prince Edward Island? Bunu bir ayrı bir şey yazdı. How many people are living in Prince Edward Island? 157.947 nəfər 2019-cu ildə orada yaşırmış. Qanun əsası dedi, baxın, qanun əsası 100 il bundan qabaq yazılıb. Bildiyim 50 ildən çoxdur yazılıbdır, yəni təsvib olduğu ikinci dəfə. Sonuncu dəfə də bir dəfə islah olubdur. Amma deyir ki, 157.000 nəfər, 57.947 nəfər adamı var. Amma qanun əsasında ad gətiribdir ki, Prince Edward Island cəzirəsi, bu Şahzadə Edward cəzirəsi millət olaraq, biz üzr istəyirəm, coğrafiya olaraq ən kiçik topraq və millətdir bizim, nationdir bizim Kanadada. Yəni baxmır ki, bu şeydir. Bunun içində məsələn Rus var, İngilis var, Fransa var, Alman var, İranlı var, Ərəb var, Türk var, bunlar var. Onların işi yoxdur. Deyir ki, bu özü, bununla belə ki, torpağı da kiçikdir, cəmiyyəti də 157 mindir, amma bir nationdır, millətdir. O, indi İranda gəlir, deyir ki, Qəşqailər əşirədirlər, qovmudalar, ildirlər, elat mənzuru il deyir, ha, el millət anlamındadır. İl ki farsça deyirlər, bunu, bu türkünü deyəmirlər, el deyirlər, il. Qızı necə deyirlər, qiz. Elə bu da, bunu o cüzdür, deyirlər ki, el deyəmirlər, deyirlər, il. El, yəni millət, türkçədə. Ərəbcədə millət, farsçada millət yoxdur. Millət kəlməsinin müadili yoxdur şeydə, farsçada. Mərdum ki deyirlər, millət anlamında deyil. Millət bir siyasi lüğətdir, amma fars dilində yoxdur, ərəbcədir bu millət. Onun üçün də deyirlər, bu qədim dildə bir din sahiblərinə millət deyirlər, indi bunlar istəyirlər deyirlər ki, biz siyasi bir millət. Bu da bir taza bir sözdür. Yəni millət sözü İran tarixində, farsların tarixində tazadır. Amma bizim tariximizdə el sözü millət anlamına gəlir, dostlar. İndi bu yekəlikdə millətə elə deyirlər ki, qovum, əşirə filan. Niyə buna belə təəssübləri var? Panfarsların, Əbülfəzl cənabları ki, əlan buradadır. Niyə bir belə təəssübləri vardı buna? Çünki bunlar brainwash olublar. Dünyanın modern sistemlərini bilmirlər. Hətta İranda olan Səfəvi sistemin bilmirlər. Hətta Osmanlı sistemin bilmirlər. İndi gələk nəcatpərəstliyə. Yenə də qeydək əsli mövzumuza. Amerikaya dünyanın hər yerindən yığışdığı üçün, burada 1000 millət, 1000 dil, 1000 din olduğu üçün rəsmi dil yoxdur Amerikada. Hər dildə mədrəsə aça bilərsiniz, dövlət büdcə verməlidir. Hər dildə danışqa aça bilərsiniz, dövlət büdcə verməlidir. Federal dövlət və state dövlətlər. State dövlətlər, yəni dövlətlərdə, bir dənə federal dövlət var, bir dənə 50 dənə daha dedim şey dövlət var. Büdcə verməlidir. Kanada da bu cürdür. Rəsmi dil yoxdur. Rəsmi din yoxdur. Məmləkətdə də
adı yoxdur. Bir millət, amma Avropa millət adının üstündədir. Hangi millət ki güclü idi, o birislərini almışdı yanında, ora, məsələn Bolqariya, Georgiya, Armeniya, Russia, Philippines, Chinese, Japanese, ya Japan. Yəni burada tamam dünyada ırq üstünə, nəcad üstünə məmləkətlərin də adı onların üstünədir. %50'si belədir məmləkətlərin. Heç olmasa Avropalılarda. Amma sonralar bunlar bir iş gördülər Avropada. Gəldilər gördülər ki, cəmiyyətləri qocalır. Doğmurlar. Adamlar istəmirlər doğular. Çünki dedilər, gördülər ki, savaş düşür və uşaqlar ölürlər, cavanlar ölürlər. Gəldilər deyirlər, biz niyə doğaq ki, uşaqlarımız savaşda ölsünlər? Doğmuram da ölməsin də. Mən də başardığımı, qazandığımı qazanacağam, yediyimi yiyəcağam, dolanacağam, öləndə də öləcağam, qalar da verirəm it pişiyə. Versinlər it pişiyə qalanı. Mən neyinirəm, məsələn, uşaq gəlsin, yazıq dəyir, məriz, dava, dərman, axırda da savaşsınlar və bunu öldürsünlər. İş gəlməsin də, mərizlik də tutmasın, zindana da düşməsin, şikəncə də olmasın, əsir də düşməsin, yandırmasınlar da, edam da eləməsinlər də. Nə oldu? Doğmadılar. 2 dənə ər-arvad evlənirdilər, bəzisinin uşağı olurdu, 2 dədənə ölürdü, bir uşaq qalırdı. Yəni cəmiyyət azaldı. Yəni üst-üstə. Gəldilər bura, dedilər ki, biz gərək xaricidən bura adam gətirək. Başladılar, məsələn, 2-ci Dünya Savaşında Alman təslim olandan sonra cəmiyyət yarıya yendi. Alman cəmiyyəti yarıya yendi, öldülər. Çox öldülər, çox ölü verdilər Almanlılar. Dünyanın hər yerinə kağız yazdılar. Onlar ki, dünya necən Arya sözünü bunları gətirmişlər dünya. Çünki bilirsiniz, dünyada Arya sözü tazadır. Çox taza sözlərdən biri ki, tarixi 150 ilə çatmır, Arya sözüdür. Arya sözünü Almanlılar yaratdılar. Və bir iddiaları dünyada dedilər, siz də Aryalısınız, buna görə ki, biz savaşa girəcəyik, bunlar özlərinin Aryayı bilsinlər, nəcad olaraq. Gəlsinlər, bizlə yapışsınlar. Hətta gəldilər, bunlar bir iddiaları müşəxəsat çıxartdılar. 4 dənə nəcad var dünyada, sarılar, ağlar, qırmızılar və qərələr. İndi vəsətdə Amerika eyalətində xurmeyilər var, qəhvə rəngində. Nə ağdılar, nə qərədilər, çox dadlı bir rəhləri var. Bir iddiada bizim tərəflərdə nə ağdılar, nə qərədilər, xurmayıdılar. Buğdayı, üzrsən, buğdayıdılar. Ondan sonra gəldilər, bunlara dedilər ki, məsələn, hər kəsin üzü olsa, belə olsa, bu türkdür. Hər kəsin üzü belə olsa, o ağdır. Və hər kəsin də üzü belə olsa, bu da işləmədi. Dünyanın heç yerisində, hər yerdə gətirdilər, dedilər ki, bu türkdür, amma məsələn, sarıdır, bu türkdür, ağdır, bu türkdür, boyu uzundur, üzü uzundur, bu türkdür, üzü enlidir, bu türkdür, çənəsi enlidir, bu türkdür, gözləri abıdır, bu türkdür. Çünki bunlar kromozoma, DNA-yə bağlıdır. Və bizim DNA-imiz dünyada bir dənə nəsl yoxdur ki, dünyada heç bir nəsl yoxdur ki, xaric qalmış olar. İlla Amazonda zatda gizli qəbilələr, onları çıxaq kənara. Onlar modern dünyada heç olmasa deyirlər. Onların da yenə bir-birləri ilə savaşdıqları üçün, bir-birlərinin arvadlarına təcavüz elədikləri üçün uşaqları deyişilər. Yəni, xalis nəsl yoxdur. Heç olmasa evləniblər belə nəsli deyişdiriblər. Kromozomlar deyişibdir, DNA-lər deyişibdir. İndi bu insanlar gəldilər Avropaya, Avropa millətləri gedir dalıya, iş karxana çox. Dünya gəlirləri bunların karxanaların üstündədir, ticarət üstündədir, tolid üstündədir, üretim üstündədir. İndi bu adamları, ərəbləri, gəlir. Almanlar kağız yazdılar, o adamlara ki, dünəncan deyirlər, İran, nə bilim, hindilər, siz Aryayı, siz filan bəhman. Niyə ki, istirdilər Hindistanı, İngilistanın sümürgəliğindən çıxasınlar, onlara dedilər Aryayısınız. O halda ki, Hindistanlar qərədilər, onlar ağdılar, Almanlılar. Almanların başlarının tükü sarıdır, bunların başlarının tükü qəpqərədir. Almanların başlarının tükü safdır, bunların başlarının tükü ferferidir. Almanların gözləri abıdır, bunların gözləri qoyun gözü, xurmayı, qərə, qəhveyi rəhdədirlər. Dark deyirlər özləri, dark gözləri. Onların tənləri, canları ağdır, bunların tənləri qərə, ya qəriyə mail bir rəhdir. İranda da, İran deyilən yerdə də
əslən bir-biri ilə cür gəlməz. Farsların da biraz hindilərə yaxındılar, qiyafələri, rəhləri, gözləri, başlarının tükü çox hindilərə yaxındır. Türklərin ki, onların əslən ilgisi yoxdur, Kürdlərin əslən ilgisi yoxdur, ərəblərin əslən ilgisi yoxdur. İndi burada nə etsinlər? İndi Almanlar mənim yadıma gəlir 2-ci Dünya Savaşında yadıma gəlir belə gəlir. Çünki mən 2-ci Dünya Savaşından çox sonra dünyaya gəlmişəm. Bir neçə il sonra. Mənim nənəm 2-ci Dünya Savaşı qurtulandan bir il sonra dünyaya gəlibdi. Mənim öz nənəm. Məni doğan xanım. Bu günlərdə ana günüdür. Mən yenə elə buradan həm öz nənəmə, həm də tamam nənələrə təbrik deyirəm. Nə yaxşı ki, nənəm məni doğmusan. Sağ ol. Əziyyət çəkmişəm bu dünyada bir çox. Zindana düşmüşəm, şikəncə olmuşam. Vətənimdən qaçqın düşmüşəm. Uşaqlarıma çox ağır günlər keçirtmişəm. Əhliyalım zəcr çəkiblər. Amma xoş günlər də görmüşəm. Aşiq olmuşam, eşqi yaşamışam. Dünyanın bir çox yerlərini görmüşəm. Bir çox fikirlərlə tanış olmuşam. Bir çox fikirləri yazmağa çalışıram, insanlara ayırtmağa çalışıram. Sənə təşəkkür edirəm ki, məni doğmusan. Bu fürsət, sən məni doğmasaydın, mənə bu fürsət olmazdı. Sənə çox təşəkkür edirəm. Ərz edeyim ki, Almanlar bir kağız yazdılar. 2-ci Dünya Savaşı qurtarandan sonra ki, işğal oldu Amerika vasitəsilə, Rus vasitəsilə. Kağız yazdılar dünyaya ki, bizim adama ehtiyacımız var, gələlər Almanda işləyələr, evlənələr. Bizim famililərdən biri Bəhaidir həm də. Çox da uzaq famil hesab olmur, amma famildir. Hər halda yaxın da famil deyərəm mən. Yəni bir növ yaxın famildir. O zaman cavan idi. Məsələn 18-19 yaşı var idi. Uca heykəlli, 2 metr qəddi var idi, boyu var idi. Durdu buradan, bilmirəm piyada, maşınla nə ilə çıxdı getdi Almana. 2-ci Dünya Savaşından Almandadır. Bilmirəm ölüb ya qalır indi. Bilirəm ki 10 il bundan qabaqcan diri idi. Amma indi bilmirəm ölüb ya qalır. Uşaqları var. Elə orada gedən kimi evləndi, işə düşdü, şeylədi. Almanlılar və Avropalılar bu vəziyyətə düşdülər. Gətirdilər bu millətlərə, gətirdilər içəridə çünki bunların karxanaları yatmamalı idi. Karxanadan qazanırdılar, ticarətdən qazanırdılar, sadiratdan qazanırdılar, dünyaya şey verirdilər. Hətta Amerikaya cins verirdilər. Bunların adamları ölübdü. Qalanlar da qocalır. Bunlar məcbur oldular dünyadan adam gətirsinlər. Adam gətirdiyi üçün indi burada eləyə bilməz nəcadpərəstlik eləsin. Dünya nəcadı elm eləmişdi. Danışqahda dərs oxuyurdu. Buna riştələr qoymuşdu. Amma bu günlərə ehtiyacı var. Ehtiyacı oldu. Dünya necə ki ehtiyacı var idi ki, millətlərin birləşdirələr. O birisi, məsələn, Almanlıları, Cermənləri şeyin qabağında tutalar. İngilislərin, Fransəlilərin, nə bilim, Otrişlərin, Məcaristanlıların, İtalyalıların, Yunanlıların, ərz edeyim xidmətinizə, Portuqallıların, İspaniyalıların, Rusların və bunların qabağında tutular. Dünyanın ehtiyacları var idi ki, bunlara bir ideoloji verələr, nəcadpərəstlik ideolojisi. Və bunlar eləyə bilər istiqlallarını alalar. Torpaqların qoruyələr Rusların, İngilislərin, nə bilim, Fransəlilərin, Almanların, Otrişlərin, Məcaristanların, İspaniyaların, İtaliya bunların qabağında torpaqların hər kəsin qoruya bilər və onların torpağını ala. Bunun əsasında bir ideoloji yaratdılar. Çünki bunların da hamısının dini Məsihiyyətdir. Məsihiyyət, yəni dində bunlar eləyə bilməzlər bir iş görsünlər. Onun üçün məcbur oldular ki, ideoloji yaratsınlar şey eləmək üçün. Avropa bu ideolojidən qabaq biridir. Yəni orada burada hər şəhrin özünün bir şahı var idi. Kingdom deyirdilər. Hər şəhrin özünün bir dənə şeyi var idi. Kingdomu var idi, şahı var idi. Orada o millət onunki idi. Sonra bunlar gördülər ki, bu nasionalizm içində, məsələn, bu şəhərdə mən Almanlıyam, biz Almanlıyıq, gəlin Almanlıları birləşdirək, buranı alaq, Avropa bizim olsun. Almanlar 2 dənə dünya savaşı saldılar. Buna görə ki, Avropanı alalar, Asiyanı alalar, Afrikanı alalar və öz əllərinə getirdilər, hamısında bunları bərtəbir. Niyə? Nasionalizmə ehtiyacı var idi ki, burada bir əngizə yarada savaşmağa və qüdrət qazanmağa, işləməğa, zəhmət çəkməğa, məmləkəti tövsiyəyə, tərəqqiyə aparmağa. Bunlar üçün adamlara bir əngizə vermək lazım idi. Nəcadpərəstliyi o zaman gətirdilər. İndi ki, qətliam oldular, getdilər. Qətliam ki, deməyək, savaşda öldürdülər. Çünki çox ciddi bunlar nə deyirlər, savaşda ölüblər. Yəni, şəhər adamları bombaranda ölüblər. Amma, məsələn,
Ruslar ya Amerikalılar ya İngilislər ya Fransızlar gedib Almanda adamları yığıb, arvad uşağı yığıb divarın dibində öldürməyiblər, başlarını kəsməyiblər, kitablarını yandırmayıblar. Qətliam dediyimiz bu şeydir. Bunun üçün görsə Almanlar üçün qətliam olmadılar. İkinci Dünya Savaşından sonra hamıdan güclü savaşdan çıxdılar. Bundan belə ki milyardolar dolar Amerika, Rus, İngilis bunlardan cərimə aldılar. Cərimə almaqlarına baxmayaraq, bunlar yenə də mən Almanlıyam deyə işə başladılar, dünyadan evləndilər, amma onları arvad kişi qəbul edirdilər. Arvad çox qəbul eləmədilər, çünki arvad kişilərdən 10 milyon kişi ölmüşdü Almanlı və xanımlar 10 milyon xanım ərsiz qalmışdı və camiə dəymişdi bir-birinə. Bunlar məcburdular ki, bunda bir ictimai, bir dənə daha iqtisadi balans yaradalar, çünki bunlar istəmirlər kasıb qalalar. İndi bunlar dahi eləyə bilməzlər, nəcatpərəstlik eləyərlər. Bu ideoloji dahi cavab verməzdi. O tərəfdən də Amerika gəldi, bunlara dedi ki, sizin haqqınız yoxdur, silah tolid eləyəsiniz, ərteşdə haqqınız yoxdur, qurasınız. Tamam. Bunların tamam gücləri əvəzin ki, orduya getsin, getdi fəqət teknolojiyə. Teknolojiyə getdi, Alman bu günləri dünyanın, deyə bilərik ki, Amerikadan sonra və Çindən sonra fikirəm, Çin başladı, Amerikadır fikirəm, ondan sonra Almandır. Alman dünyanın bu günləri ən güclü, heç olmasa Avropanın ən güclü dövləti Almandır, çünki pulun ərteşə yatırmır, bomba yatırmır, təyyarəyə yatırmır, savaşa tanca yatırmır. Bəlkə pulun teknolojiyə yatırdır, rifaha yatırdır, davaya dərmana yatırdır, iqtisada yatırdır və çox inkişaf edibdir. Japon da bu cür. Japon da illəti bu ki, Japon bu günləri dünyada çox güclü güclərdən hesab olur. İlləti budur ki, pulun ərteşə qoymur. Amerikalılar deyir, sən həqiqətən yoxdur, ərteş və silah düzəldəsən. O silah düzəltmir, ərteş düzəltmir, xərcin onu qoymur. O pullar heç qoyacaqdı orduya, qoyur internetə, qoyur kompüterə, qoyur elektrik süpürgəyə, qoyur yaxçılığa, qoyur filana, bəhmana, televizyona, kompüterə, bunları satır, sahata filana, bunları satır və hesabı pul qazanır. İndi دوستumuz چطور کانادا با یک سابقه تاریخی کم و بدون هویت توانسته اقوام را در کشورش جمع کند ایران با یک سابقه 7000 ساله şuma نمیخواهید تجزیه کنید bu cümlən doğru deyil dostum amma sizə cavab verirəm niyə indi onu danışaq elə əlan burada nəcatpərəstlikdən onu danışırıq Avropa Amerikada buna taydı Amerikada yığıntıdır düzdür savaşa girməmişdi amma Amerika deyə bir millət yoxdur çünki Amerikanın deyək ki 50 dənə state'i var, 50 dənə dövləti var. Bu 50 dövlətin hər birində məsələn 1000 dənə millət var. 1000 dənə millət var. 1000 dənə deməyək 300 dənə millət var. Çünki belə ən kiçik millətdən Afrikadan ki məsələn 100 nəfərlikdə orada bir 2-3 nəfər yaşır. Hər kəsin də öz kültürü ilə yaşır, öz fərhəngi ilə yaşır, öz paltarı ilə yaşır, öz giyimi ilə yaşır, öz dili ilə yaşır, istədiyi kimi İngilisi dilində öyrəşir onun yanında. Bunlara nə idi? Burada da nəcatpərəstlikdən danışır. Çünki yığıntıdır. Yığıntıda nəcatdan danışmaq olmaz. Nəcatdan danışmaq. İndi ideoloji nədir? İdeoloji nəcatpərəstlikdən söndü iqtisada. İndi iqtisad, güc. Hamı niyə deyəcəkdim Amerikaya, Almana? Niyə deyəcəkdim? Çünki deyir orada pul var, güc var. Mən gedirəm orada pullu olan, rifahlı olan. İndi ideoloji rifahdır. Rifah üstündə millət birləşir, millət düzəlir. Millət indi ideolojisini yıxmır. Demir ki, mən müsəlmanam, mən məsihiyəm, mən yəhudiyəm, mən filanam. Bunun üstündə dövlət deyir ki, İsrail demir ki, mən yəhudi dövlətiyəm. Əslən siz bunu görməzsiniz, bir yerdə eşitməzsiniz ki, İsraillər deyir, biz yəhudi dövlətiyik. Onun üstündə adını qoymayıblar, Jewish country. Adını qoyublar İsrail. Əslən Yəhudi adı daşımır. Amma deyir ki, İsrailin gücü nədir? İqtisad gücüdür. Tolid gücüdür. Elm gücüdür, teknoloji gücüdür. Dünyada, əgər Türkiyədə inşallah istəyir bu yola geçsin təqribən, dünyada hangi mərizçilik deyirsiniz, əvvəl İsrail ona dava dərman tapır. Millətinin rifahı ən üstədir. İsrailin 2 rəsmi dili var. Biri Ebridir, İsraillərin, yəni Yahudilərin dilidir. Biri Ərəbcədir. Ərəblərin dili rəsmidir. İsraildə. İsrail eyni İngilistan, eyni Rusiya və Amerika kimi və Kanada kimi
İçində dövlət var. Baxın, diqqət buyurun dostlar. Biz mümkündür Rusiyadan xoşumuz gəlməyə, ya Amerikadan xoşumuz gəlməyə, ya İsraildən xoşumuz gəlməyə. Amma sisteminə baxaq. İsrail dövlətinin içində bir dənə dövlət var, adı Ərəb dövlətidir. Amma İsrail dövlətinin içində Ərəb dövlətidir. Özünün qanunu var, parlamanı var, filanı var, bəhmanı var. Rusiya dediyimiz məmləkət ki, dedik 140 milyon cəmiyyəti var ehtimalən əgər yadımda olsa. Dünən baxdım 140 milyon olacaqdı. Yenə də Həzrəti Google-dən də bunu yenə də soruşub təyid eləyə bilirik ki, Russiyanın nə qədər How many people are living in Russia? 144 milyon 100 min cəmiyyəti var. 144 milyon 100 min cəmiyyəti var. 2020-də Rusiyanın. Bunun Rusiya özü bir federativdir. Yəni federativ deyəndə yəni bir dana neçə məmləkətli, dövlətli bir sistemdir. Amerikaya da. Bunda Rusiyanın adının üstündə federativ sözü var. Amerikada state sözü var. Diqqət buyurun. Amerikada dövlət deyə onları qəbul edir. Burada da deyir ki, dövlətlərin adı federativdir. Federal dövlətlərin birliyi. Federativ yəni federal dövlətlərin biri. İndi Rusiyanın özündə bir dana Rusiya var. Bir neçə dana daha Türk məmləkəti var içində. Neçə danadır, bir dana deyil. Müstəqillidirlər, üst-üstə müstəqillidirlər. Yəni, İran kimi deyil, Türklər orada haqları yoxdur. Yox, məsələn, Türklər, Kakauz Türkləri məsələn, ya ayrı Türklər, mən indi bunların adlarını istəsək orada çıxada bilir. How many states are in Russia? Here is information from Wikipedia. Location, Russian Federation, number 22 dana, population smallest Altay. Baxın deyir ki, ən kiçik state ki, bunun üstə dövlət ki vardır Rusiyada. Rusiyada 22 dana dövlət var. Ki deyək, %90 müstəqillidirlər. %10 bağlıdırlar Rusiyaya. Ərtəşdə və fikirlə pulda bir də bu iki dana da bağlıdırlar Rusiyaya. Amma qalanı 22 dana dövlət var. İsmalisti, yəni ən kiçik dövlət Rusiyada Altay adında var. 206.195 nəfər cəmiyyəti varmış. Largest, ən böyük dövlət ki Rusiyanın içində 22 dana dövlətin içində vardı. Boşkoristan. Boşkoristan 4 milyon 72.102 nəfər cəmiyyəti varmış. Diqqət buyurursunuz. Yəni Rusiyanın içində də məsələn həm bu boş şeylər indi oxuduq. Bu türkdür. Hər ikisi də ki bu iki dənə dövlət oxuduq. Bunlar türkdülər. Mən burada indi adları vardı. Özdə yazıb Republics, cumhurilər. Diqqət buyurun. Republics of Russia. Federativ Russia. Yəni cumhurihay Farsa tərcümə etsək, cumhurihay Federativ Rusiya. İndi burada adları hər 22 dənəsinin adı var. Baxaq görək ki, bunların hangisi məsələn Türkə bənzir adlardan. Adigiya, Altay, Başkoristan, Başkortostan, Burayatay, Çeçeniya, Çuvaşya, Kerimə, biz deyirik Kerimə, Krimlilər. Kırım deyirlər də, Kırım. Kırımlılar, bunlar hələ feylən ki, bunlardan 4'ü şeydir, Türkdür mənim bildiyim. Dağıstan, Türkdür. İnguşya, mən bilmirəm, İnguşistan Türkdür ya, nədir bilmirəm. Əlbəttə, hangisinin üstündə istəsə dostlar, mən əlimi vururam, deyərəm ki, yəni görsədər Google ki, bunlar hangisinin dili nədir, nəcadı nədir. Amerikada dedim də, Amerikada bu cürdür. Onun üçün bunlar gəldilər, nəcadpərəstliyi qoydular qırağa. Çünki nəcadpərəstlik dağı yığıntılı olan millətlərə nəcad cavab verməz. Məcburdular. Məsələn, dedik, Rusiya 22 məmləkətdir. Ən kiçiyi Türkdür, ən böyüyü də Türkdür onların içində. O isteytilərdən, dövlətlərdən. Mən indi bu
Çeçenlər bilmirəm, türklərə yox, onu mən bilmirəm, amma bu Başquristana baxaq görək ki, bu nə mənədir. Yazıb ki, The Republic of Başquristan, Başqır, əslində şeydir budur, elə yazısı budur. Başqır türkləri, türkçəsi də Başquristan, türkçəsini yazıbdı özü. Respublikası. Rusya, Rusçası da odur. Deyir ki, also called Başkırya. Hatta Başkırya da buna İngiliscədə deyirlər zahirən. Is a Republic of Russia located between the Volga and the Ural Mountains. Ural dağları ilə Volga çayının arasında in East Europe. Şərqi Avropada ya Doğu Avropada qalıbdı. It covers 143.600 kilometre mürəbbə də bunun yeridir. Has a population of 4 milyon. It is Russia's 7th most population federal subject. Və bu Rusiyanın 7 ən böyük dövləti hesab olur. 7-ci ən böyük dövləti, yəni insanı olan dövlət hesab olur Rusiyada. And most republic and the most populous republic və çox məruf olan bir cumhuridir. O cumhurilərin içində. Bayrağı da var burada dostlar. Mən bunu sizin bayrağını da görsədim. Its capital and largest city is Ufa ya Yufa. Yufa ya Ufa adında da paytaxtının adıdır. Dostlar, bayrağı da bu rəhdir. Abıdır, ağdır, əşyası qərə, ortada da bir dənə bir sarı yazılı bir beləsi bir şeydir. Bu bunun bayrağıdır. Diqqət buyurun. İndi biz Amerikada da bu cürdür. Hər state'in, yəni hər dövlətin özünün bir şeyi var. Bir bayrağı var. İndi nəcatpərəsti görək pisdir, yaxçıdır. Dedik o yerlərdə ki, yığıntıdır, onlarda olmaz. İran gərək adın çevirəydi İrana. Çünki əgər ora adın qoysaydılar, baxın Qacar, Səfəvidə adı Səfəvidir. Burada İran adında bir dövlət yoxdur. Səfəvidən qabaqda Osmanlıdır, yenə bir adı yoxdur. Ondan qabaqda Səlcuqdur, yenə İran adında bir yer yoxdur. Ondan qabaqda məsələn Qəznəvilərdilər. Yenə də şeydir, Moğol dövrəsində də yenə burada İran adı yoxdur. Çünki Moğoldur burada. İran adı yoxdur. Səfəvilər gəliblər, dəqiqən burada tuturlar. Amma ailə adıdır. Hər kəsən öz adını daşır. Oranın adı Azərbaycandır, buranın adı məsələn Bəluçistandır, buranın adı Əl-Əhvazdır, buranın adı da Türkəməndir. Hər kəsin öz yerindədir. Bunun tərsinə ki, deyirlər ki, Səfəvilər qətl-am eləyiblər, Şiə eləyiblər. Əsən bunu inanmayın. Bu kollən yalandır. Çünki baxın, bizim Kürdistan tərəfi ta Türkiyənin yarısına, harasınacan ki, Səfəvilərin kontrolundaydı. Hamısı sünnüdülər və sünni qaldılar. Bizim Türkmənistan ki, bu günləri vardı və üstdə bunlar hamısı sünnidilər, sünni qaldı. Bizim Bəluçistan, Pakistan, Əfqanistan sünnidilər, sünni qaldılar. Amma bunların torpaq altındaydılar. Amma hər kəsən öz toprağının və millətinin adını daşırdı Səfəvidə. Və hamı da bilir ki, buranın hakimi özün toprağın maliki verir və torpaqların hamısının adı, nə ki tək-tək torpaqlar. Hər torpağın özünün milli adı var, tarixi adı var, tarixi milləti var. Onun üçün də üstü yerindədir. Burada deyirlər ki, Pakistan, Əfqanistan, Tataristan, Moğolistan, hamısında bir stan var. Yəni, istan nə demək? Mesela Takistan, yəni üzümlük. Golestan, güllük. Yəni, fəqət burada gül var. Burada fəqət üzüm var. Ola bilər bir-iki dana alma ağacı falan ağacı. Amma tüm çoxunluq bundadır, adına deyiblər bu. Diqqət buyurursunuz. Tamam məmləkətlərə də ətrafa baxsınız, hamısında görürsünüz ki, modern dövlətlərdən sonra ki, biri Türkiyədir, biri də İrandır, bunlar modern dövlətdilər. Hamısında bir stan vardı. Heç olmasa Fars ədəbiyyatında beləsidir. Elə Əfqanistanın özlərinə də özləri deyirlər. Əfqanistan, Pakistan da deyir, Türkmənistan da deyir, Qəzzaqistan da deyir, Tataristan da deyir, Dağıstan da deyir, o da deyir, bu da deyir. Hamısı özlərini deyir. İndi oxuduq buradan da ki, nə deyir deyirlər. Pəs burada millətlər o torpaqların üstündə adlarını qorurlar.
Milliyyətlərini də qolurlar və bu onların, diqqət buyurun, hər torpaq orada yaşayan əksəriyyəti mütləqdən danışıq. Takistan, yəni burada 1000 dana ağac var, üzüm ağacı, içində mümkün də 2 dana, 3 dana, 5 dana da alma ağacı ya gilas ağacı, onlar eybi yoxdur. Amma o əksəriyyətin adı o yurdun üstündədir. Avropada da bu cürdür. Avropada da bu cürdür. İndi nə oldu? Nəcad üstündə idi bunlar. Hamısı Nəcad üstündə idi. Yəni Səfəvi bir Nəcaddır özü. Türk Nəcadıdır. Qacar bir Türk Nəcadıdır. Türkdür. Amma heç kəsi məcbur eləmir. Çünki federativ dövlətlərdə dedim, indi baxdıq Rusiyaya 22 dana dövlət var. Hamısının ana dilidir öz yerindədir. Hamısının ana dili öz yerindədir. Rus dilində oxuyacaqlar. Amma hamısının ana dili öz yerindədir. Öz tarixləri öz adındadır. Rusiya bunlara fəqət Azərbaycana bunu deyibdir. Çünki türklərin ən çox müşkülü var. Tarix baxın, Avropa, Şərqi Avropa, Qərb, Batı Avropa ya Doğu Avropa. Hər ikisində türklərlə müşkülü var. Niyə? Çünki türklər alıblar bunların torpaqlarını. Həmişə bunlara bir təhlükə olubdur. Bunlar yapışsalar bir-birinə Rusiyadan çox güclü bir millət olarlar. Çox böyük bir torpaq olarlar. Dünyanın ən böyük torpağı Rusiyaya aiddir. Diqqət buyurun, ən böyük torpaq Rusiyaya 144 milyondur. Əgər türklərin torpaqları Çindən ta Balkanlara yapışa bir-birinə 350 milyona yaxın millət olar. Amerikaca. Torpağı Rusiyadan böyük olar. Tamam dəryalara əli çatar. Tamam dəryalara. Bu böyük bir güc olar. Gene dünya bundan qorxur. Bunun üçün bunları dəyişdirməlidirlər. Onun üçün türkləri 2 dəfə qətliam ediblər. Cismi olaraq. Məsələn, Uyğur türkləri nə deyiblər ki, 2-ci Dünya Savaşında biz sizi aparırıq torpaqlarınıza, hamımız minin təyyarıya gedirik, orada silah falan, hər şey hazırdır, siz dövlətinizi quracaqsınız. Göydə təyyaranı partlatdılar, hamısını öldürdülər içində. Bizim Güney Azərbaycan Ruslar yığdılar, apardılar Bakıya, orada öldürdülər ya da onları xunsa elədilər. Ruslar. Tamam Türk dövlətlərin burada sayısaydıq bəlkə görərdiniz ki, heç olmasa 10 danası Türkdür, Türk dövlətidir, Rusların əlindədir. Gene də bunları adlarını çevirməklə Tataristan, Üzbəkistan, Qırğızistan, Azərbaycan, bunların hərəsinin adların üstündən çıxartdı. Yəni siz Türk deyilsiniz, siz Qırğızsınız, siz Türkmensiniz, siz Tatarsınız, siz Azərisiniz deyə bunları bir-birindən milli olaraq qırsınlar. Qırandan sonra bu Azəri, inanırsınız mən Azəriyəm, çünki hocman dövlət Rus dövlətidir. Yəni istərsə mən deyərəm Azəri deyirəm, gələr məni öldürər. Şairlərinə baxın Quzey Azərbaycanın hamısı bundan bidad elirlər. Deyirlər ki, belə bir cəryan var burada. Biz türkçülükdən danışanda bizi öldürürlər. Nədən Stalin gəlir, Gürcü Stalin gəlir Azərbaycanın birazını verir Gürcüstana, birazını verir ayrı yerə, birazını da verir Ermənistana. Nədən? Ermənistan qurur burada. Çünki bilir ki, Azərbaycan Türkiyə ilə birləşsə, gəlsə bu tərəfdən İranda olan parçasını da əlinə alsa, geçsə o tərəfdən o birisi Türkiylə, bu birisi Türkiylə birləşsə, Avropanın ürəyindən ta Sibiriyacan bir dövlət var, ta Çinəcan. 2 qarrənin bir-birində fəqət bir dənə dövlət yapışır, o da 2 qarrədə. Həm Avropada, həm Asiyada yapışan təkcə dövlət Türk dövlətidir. Bunu biz qırmalıyıq. Başardılar. Bizi böldülər ayrı-ayrı. Hərəmizi də verdilər bir dövlətin bayrağı altına. 2 dənə də dünya savaşı salıblar bizi aradan aparmağa. İndi nədən biz nəcadpərəst olmayaq? Niyə faşlar nəcadpərəst olsunlar? Baxın, dünyada necə şey nəcadpərəstdir? İqtisad. Dünyada bunu yalana inanmayın ki, dünyada iqtisada azad var. Dünyada iqtisad ən nasyonalist və nəcadpərəst riştədir, təxəssüsdür. Amerikalılar dünyanın hər yerinə pul aparırlar, aparsınlar, iş yaradırlar, yararısına Amerika iqtisadıdır. Siz dünyanın hər yerinə McDonald'a gedirsiniz, gedin, Amerikalı McDonald'a gedəcəksiniz. Amerika fərhəngini, Amerika tarixini, Amerika yemağın, içmağın orada siz görəcəksiniz. Və onu daşır və o pul Amerikaya gedəcək. Amerika pompaj olacaq.
Türkiyəyə yox, İrana yox, Ərəbistana yox, Kuveytə yox. O pul pompaj olacaq ora. İqtisad ən nasyonalist, ən necatpərəst, ən ırqıçı şeydir. Dünyanın hər yerində sərmayə qoysun sümürgəçidir. O buradan sümürəcəkdir, Qərə Afrikanı, Ağ Asiyanı, Sarı filanı sümürəcəkdir, tamamən pompaj eləyəcəkdir Avropaya, Amerikaya. Yəni o mərkəzə. İqtisad çox ən. Amma nə bu şey var, gizlədəcək bunu. Sənə deməyəcək ki, burada mən ırqıç. Baxın, mən gəlirəm sizə orada iş yaradıram. Siz məndən maliyyəti azalacaqsınız, mən sizə dəstimiz verəcəyəm, öz kəndinizdən çox, şəhərinizdən, vətəninizdən çox, verənlərdən çox verəcəyəm. Siz işləyəcəksiniz mənə. Bu sistemdə işləyəcəksiniz, bu sistemi təbliğ eləyəcəksiniz, bu şimdi mən də bu pulu pompaj eləyəcəm Amerikalılara. Amerikalıların behdaştı yaxşı olacaq, dərmanı yaxşı olacaq, ömrü uzunlaşacaq, sizinkilər yox. Bankı cəhani dediniz, dostlar, cəhani bankı deyil. O Amerikanın bankıdır. Tamam dünyanın sirvəti orada cəm olacaqdır, gedəcək ora. Amerikanın doları niyə dünyada tamamilə dünyada Amerika zor eləyibdi, zoru var idi da. 2-ci Dünya Savaşında çıxmışdı, zoru var idi. Mən sizə pul verirəm, bu şərtləncə bundan bizə dolarla alver eləyəcəksiniz. Tamam dünya dolarla alver elədi. İndi istər doları yatırdar bir məmləkətdə, o məmləkət yatar, istər doları qalxızar bir məmləkət genələ üzrsən. İstər bir məmləkət doları yatırdar, qiymətini gətirər aşağıya, o məmləkət iqtisadi cəhətdən güclənər. Ora pompaj olar, dolar pompalayırlar. İstər doların bahaladar, o məmləkətdən pul qaçar, o millət kasıblar. Diqqət buyurursunuz. Bundan böyük siz iqtisadi nəcatpərəst görə bilərsiniz. İqtisadi görə bilərsiniz. Bundan böyük bir əlamət gətirim sizə ki, iqtisad dünyada nəcatpərəstdir. Ulum-i siyasi dünyada nəcatpərəstdir. Heç bir məmləkətin millət tərifi, diqqət buyurun, heç bir məmləkətin, təkrar edirəm, heç bir məmləkətin millətdən elədiyi tərif, məsələn, Almanın millətdən elədiyi tərif, Fransa ki qonşusudur, İngilistan, Sued, Suis, Danmark, Otriş, Holland, Amerika, Kanada, heç birisi ilə düz deyil. Nasyonalistdir, deyəcəm, mən öz millətimi tərif eləyəcəm, millət kimdir, mən deyəcəm kimdir. Çünki millətim mənəm, ağa, mənəm. Sən eləyə bilməsən, məni tərif eləyəsən. Sən kimsən ki, məni tərif eləyəsən? Mən özümü tərif eləyəcəm. Almanla Fransa qonşudular, Almanla Bulqaristan, Çek Republik, Çekoslovaki sabiq qonşudular. 2 dənə tərifləri var millətdən. Deyir ki, danışqada oxuyanda deyir ki, Almanda belə tərif edilir, amma biz özümüzü belə düşünürük. Biz də özümüzü belə düşünməliyik. Pəs ulum siyasi çox nəcatpərəstdir. Camiə-şinasi dəqiqən nəcatpərəstانə bir şeydir. Çünki hər camiənin, hər toplumun fəqət özündə bunun özünə aiddir, o birisinə yox. Məsələn, bir camiədə müsəlman camiədir, şiə camiədir, türkdür. Baxın, diqqət buyurun, müsəlmanlıq bir dənə külli bir markada hamıda var. Amma Ərəbistan ərəbi ilə, Əraq ərəbi ilə, Lobnan ərəbi ilə, Suriyə ərəbi ilə, Əlcəzair ərəbi ilə, Misr ərəbinin %100 fərqləri var. Yeməkləri fərqləri, geyiməkləri fərqləri, tarixləri fərqləri, dillərində danışdıqları sözlərin çoxu fərqlidir. Çünki millətdir. Onun üçün demir ki, mən ərəbəm. Deyir ki, yox, mən Yəmən ərəbiyəm. O birisi deyir ki, mən Suriyə ərəbiyəm. O birisi deyir ki, mən Misr ərəbiyəm. O birisi deyir ki, mən Suudi ərəbiyəm. Bu da deyir ki, mən Əl-Əhvaz ərəbiyəm. Bəs ondan sonra deyir ki, burada evlənmək fərqlidir. Baxırsınız, görür, fərqlidir. Burada hökumətə gətmək fərqlidir. Sistem, hakimiyyət, idarə sistemi fərqlidir. Burada iqtisad, hər şey fərqlidir. Baxırsınız, görür, camiə-şinasi bunları mütaliə edəcək fərqlidir. Yəni siz Almanın camiə-şinaslığını İrana aparsanız, axı oturmaz ki. Biri eşyayla yol gedir, biri təyyarə ilə. Axı bunun camiə-şinası bunu oxumaz ki. Amma İranda bu tür deyil. İranda camiə-şinası, Fransa'nın camiə-şinasını gətiriblər İrana. İşləməz. Necə iqtisadi işləməz, o da işləməz. Necə ranəndəliği, sürücülüğü işləməz, camiə-şinası da işləməz.
Rəvanşinasisi belə tutmaz. Dostlar, baxın, rəvanşinasiləri tutmaz. Orada bir dənə adamı xiyabanda vursan, millət dəli olur, düşür. Niyə vurdular? Dövlət değişilir. Burada adamı kəsirlər, gətirlər, adamın gözünün qabağında şişirlər, adamı sımışqa çırtdır. Baxın, rəvanşinasisi fərqlidir. Burada adamı edam eləməyə sevinə-sevinə gedirlər, filmə baxırlar. Orada adamı, İranda adamı edirlər, Amerikada, Avropada, ağlırlar insanlar. Niyə burada adamlar bir belə əksləmərsizdirlər? Bizdə yoxdur bu. Yəni, rəvanşinasi bir dənə nasyonalisti bir şeydir, dostlar. Bunu, baxın, bunları yaddan çıxartın. Bunları mən də 5-10 gündür bunlara ciddi fikirləşirəm. Görürüm ki, imkansızdır. Yəni, mən neçə ildir demişəm, siyasət nəcatpərəstanə və nasyonalisti bir şeydir. Nasyonalisti nəcatpərəstanə dursa. O zaman siz nation-dən danışırsınız, yəni nəcat. Çox nəcada gedir. Dilə getməz. Ərəblər bilmirəm 20 neçə country, eləyə bilir Həzrəti Google-dən soruşaq ki, ya Google, həcci, məcci, la tərəcci, neçə dənə Ərəb country var? How many Arab countries are in the world? 195 countries. According to Worldometer, countries in the world, this total comprises 109. How many Arabic countries are in the world? How many Arabic countries are in the world? 22 dənə Ərəb məmləkət var, dostlar. 22 dənə Ərəb məmləkət var. Dilləri ərəbdir. %90 dinləri də İslamdır. %90. Amma 22 dənə məmləkətdirlər. Niyə? Fərqləri var ona görə. Nəcatları fərqlidir. Bax, dünya görüşləri belə fərqlidir. Dünyada neçə dənə Fars məmləkət var, sizin də Fars var. Biri İrandır, biri Əfqanistandır, biri də Tacikistandır. Bəlkə də bir-iki orada Hindistanda da biraz var. Amma bunlar bir-birinə cür gəlmirlər. Dil olaraq var, amma nəcad olaraq bir deyirlər. Onun üçün də ayrılıb hərəsi bir yerdədir. Əslən bir dənə Farsi ki, İrandadır, Əfqanistanlını, Hindili olan Farsı və Tacikistanı ki, qəbul eləmir. Əfqanistandakı bunların üçün qəbul eləmir. Tacikistandakı da bunların o birisi 3 dənəni qəbul eləmir. Hindistandakı da bu 2-3 dənəni qəbul eləmir. Çünki nəcad var burada. Siz dilinlə də bağlamaq olmaz, dilinlə də. Nəcaddır. Biz bunu inkar eləmən. Aha, indi niyə İranda orada burada nəcadı danırlar ki, siz nəcadı türk danışmayın, nəcadpərəstlik olar, nəcadpərəstlik pisdir. Çünki indi mən qudrətdə deyiləm. Mən əgər istəyəm nəcadpərəstlik eləyəm, qudrətə gələrəm. Mən gərək nəcadpərəstliklə müxalifət eləyəm ki, onun sümürcəsi qala biləm. Mən əgər desəm, mən türkəm, türk dünyasına bağlanıram, rəvani olaraq bağlanıram, duyğusal olaraq bağlanıram, fikir olaraq bağlanıram, əlifba olaraq bağlanıram, fikir olaraq bağlanıram, fəlsəfə olaraq bağlanıram, iqtisad olaraq bağlanıram və bu İranın dərdinə dəyməz. İran dağlar. Farslar mənafeyini əldən verərlər. Rusiyanın dərdinə dəyməz. Almanın dərdinə dəyməz. Dünyanın dərdinə dəyməz. Onun üçün düşək, sən nəcadpərəstlik edirsən. Eləmə. Niyə nəcadpərəstlik eləməyim mən? Niyə mən türklər birləşməsin? Niyə Avropalılar ki, dinləri bildi, dilləri, nəcadları fərqlidir? Avropada, baxın dostlar, ki, eləcə də Həzrəti Google-ə. How many countries and languages are in Europe? According to Nations Online Project, 24 dənə official language var Avropada. 24 dənə rəsmi dil var Avropada. 28 dənə də məmləkət var. Baxın, yazıb ki, however, the United, hala burada EU deyirlər də adına. İndi mən bunun ingilis hissəsini bilmirəm ki, hangi dillərdir. The European Union, adı budur. EU, yəni European Union, İttihadiyyə Avropa, of 28 member states, 21 dənə üzvü dövlət üzvlərindən təşkil tapır. Has 24 official languages, 24 dənə də rəsmi dilləri var. But in practice, anda əməldə, only 2 are used most often. Bəli, əməldə
Bunlardan ikisi çox işlənilir. Çox işlənən ikisidir. Biri ingilisdir, biri Fransızdır. İndi burada generally English, Nordic language, German widely spoken, not Catalan, Castilian və bunları danışmıyor. Bəs görürsünüz, Avropada Məsihidir. Nəcadları fərqli, dinləri bir, amma 22 dənə məmləkət, 28 dənə məmləkət, 22 dənə dil. Nədən bizə əcib gəlir? Nədən bizə əcib gəlir? İndi elə bunu yenə vursaq, how many languages are spoken in Russia Federation? In Russian, that's на скольких языках говорят? How many official languages are in Russia? According to Wikipedia, there are 35 languages which are considered official languages in various regions of Russia, along with Russian. Dostlar, gördü, eşitdiniz ehtimalən səsin. Burada da yazısını da görsədim, əgər dostlar istəsələr. Deyir ki, 35 dənə rəsmi dil var Rusiyada. There are 35 languages which are considered official languages in various regions of Russia. There are over 100 minority languages. 100'den çox da əqəlliyyətlərin dili var Rusiyada. Və bunu göstərir ki, orada yəni bir belə nəcad var. Dilə bağlı onların əksəriyyəti, orada 3 dənə din var əslisi Rusiyada. Əksəriyyət Məsihidirlər. Əgər iştibah eləməsəm, adlarını da bilmirəm, nə Məsihisi də ötürək. İstədim ya protestan, onlar protestan deyirlər, katolik də deyirlər, nə bilim, adlar var özlərində. Ki, Ermənistan ora bağlıdır. Sonra müsəlman, sonra Yahudi. Bu 3 dənə din də orada şeydir. Əsli dinlərdə bu 3 dənədir Rusiyada. Bəs dostlar, bu üçün nəcad pərəstlik eləməyin. Çünki əgər türklər nəcad pərəstlik eləsələr, Rusiyada olan 10 cümhuri ki, müstəqilli cümhurilər, %90 müstəqillidirlər, bunlar desələr ki, biz istirik türk dünyasını yapışaq, Rusiya dağılar. Gərək deyək ki, siz nəcad pərəstlik eləməyin. Türklər bir-birinə yapışmamalıdırlar. Amma Rusiyəlilər istəyirlər ki, bir dənə Rus dili ilə bunların hamısını birlədələr. Avropalılar bundan belə ki, 22 dənə rəsmi dilləri var, amma çalışırlar ki, burada bir ittihadiyyə Avropa düzəldilər. Amerika bundan belə ki, burada dillər əsən qanuna gəlmədi. Çünki o qədər çox dil var ki, eləyə bilməzdi bunu gətirə eləsin. Deyək, əsən rəsmi dil yoxdur, rəsmi din də yoxdur. Tamam, bura gələnlər hər kəsin öz dilini, öz dinin qorusun. Adamların öz öhdəsinə qoydu. Bunun üçün dostlar, mən bu gün istirdim bunu deyəm. İndi dostumuz ki, məndən bir sual soruşdu, fikirlərimdə gedibdi, amma ona bir cavab verək. Kanada dostlar, 167 ilin məmləkətidir. When Canadian government established. Üzrüstən bu şey oldu. When Canadian country established. July 1st, 1867. According to Canada.ca, the Dominion of Canada was officially born on July 1st, 1867. Until 1982, July 1st was celebrated as Oğlum, necür bağlayayım sən səsi? 1867-də, dostlar, 1867-də, Julayın 1-də Kanada deyə dövlət qurulubdur. 3 dənə dövlət gəliblər, deyiblər ki, gəlin biz şey eləyək, birləşək, bir dənə dövlət qoyaq, federal dövlət deyək özümüzə və biz birləşək, hər kəsin özünü qorusun, amma biz bir dənə güc olaq Amerikanın qabağında. 1867, indi elə bunu maşın hesaba da versək ki, ya maşın hesab bizə hesabla, 1867 2022 155 ilin məmləkətidir Kanada. 155 ildə bu məmləkətdə dövlət qurublar. Diqqət buyurun, İranın da deyirlər, Farslar deyirlər 7000 illəri var. Ya 2500 illəri var. 2500 ildə nə düzətmişsiniz bu məmləkətdə? İstəyirəm baxın, o fərhəngin və nəcadın düşüncəsini sizə deyəm burada. 2500 ildə nə düzətmişsiniz dostlar? Haranı düzətmişsiniz? Kətləri həman kətdir ki, tuvaleti yoxdur.
Hala 1401-ci ildə yox. Çox kənddə çox evin tualeti yoxdur. Çox kənddə çox kəndin hamamı yoxdur. Çox kənddə su yoxdur içməyə. Çox kənddə ki yox, %99 kənddə heç kəs öz ana dilində dərs oxumur. Kənddə xiyaban küçə deyə bir şey yoxdur. Kənddə ümumi bir yer deyə yoxdur. Məsciddən sonra, meydandan sonraki ümumi hesab olur. Ondan sonra bir yer yoxdur fəaliyyət üçün. Kanadada mən istəsə sizə nə qədər əlbəttə indi benzin bahalı olubdur, bunu deməyim. Çünki benzini mən bu günləri litrin $2 aldım. Yəni 70 litr vurdum, $140 pul verdim. Yəni deyənmərəm ki, mən düşüm gedim kətlərdən sizə film götürüm. Bəli, inanın dostlar, mənim heç yalanım yoxdur sizə deyəm, məcbur da deyiləm yalan deyəm. Kanadanın kətləri bizim şəhərlərimizdən gözəldir. Kətləri. Bilmirəm kət yəni nə mənə. Yəni adına village deyirlər burada, amma gedirsiniz kət deyəni. Şəhər deyəni. Şəhər. Adı village kət. Amma gedirsiniz şəhərdir. Dərmanqahı var, döhdürü var, mədrəsəsi var, vərzişgahı var, şura şəhəri vardı, nə bilim, vərziş yeri vardı. Hər nə desəz ki, şəhərdə var, orada da var. Yəni, şəhərdarı suyu var. Kəndin şəhərdarı suyu var. İntixabatı var, seçkisi var, adamları seçirlər. Kim gəlsin, kəndimizi saxlasın. Cəlibdir, kətlərin qanunu şəhər ilə fərqlidir. Məsələn, buradan biz deyək ki, saatda 100 kilometrdən, 80 kilometrdən bəzi xiyabanlarda gedə bilirik. Əksər xiyabanlar 50-60'dır şəhər içində. İndi buradan biz çıxmışıq bir dənə xiyabanla, otobana demirəm, otoban 120'yə candır. Bir dənə sürətlə buradan caddəyə salmışıq, bir dənə caddədir, xiyabandır, ona salmışıq, gedirik kətlərə tərəf. Kəndə 1 kilometr, 2 kilometr, 3 kilometr qalanda yazıb ki, burada 40'dır sürət. 40 ilə getməsə sizi cərməlir, verir o kəndə. Qanun fərqlidir. Deyir ki, bəzi kətlərdə sürət 20'dir, 20 kilometr saatda. Yəni, diqqət buyurun, gecə saat 12'də mən treli ilə gəlirəm, ya bunlardan gəlməliyəm, ya maşınımla gəlirəm, 100 ilə gəlirəm, şəhərə 2 kilometr qalanda yazıb ki, 20. Gözlə ki, bu kəndin də uzunluğu 5 kilometridir. Gözlə ki, buranı keçəcəksən. Yəni, adam deyir, ola, mən 1 saat yol gəlmişəm, bir saatdır burada yol gedirəm ki, bu kəndi çıxam eşiyə, sürət ilə çıxam gedən mənim işim var, gücüm var. İnanın, bəzi vaxtlar yorulurdum, deyirdim ki, mən 25 ilə, 30 ilə gedim. Deyirdim, ola, birdən daldan polisi çıxar kəndin, bir adamı çıxar, deyir ki, yallah, dur burada görün, sən burada 30 ilə niyə getdin? Cəlməni yazı qoy ora. Qanunları fərqlidir. Bu diqqət, amma bura gəliblər, dostlar. Bir dənə meşəlikdir. Kanada meşəlikdir, dostlar. Çox əcib meşəlikdir. Buranı yaşadıkları yeri qırıblar, düzəldiblər, küçə keçiblər, xiyaban çəkiblər, onu qəşəng nəqşə çəkiblər. Bu evin nəqşəsi nə olacaq, həyətin nəqşəsi nə olacaq, onu cızıblar. Ondan sonra gəliblər, buraya ayaqları qoyduqları yeri asfalt eləyiblər, siman döküblər, hər neyini də eləyiblər. Kərpiş qoyublar, qalanı gömgöyərtidir. Burada hamının 2 dənə həyəti var. Bir qabaq xiyaban tərəfi, bir də dalı. Backyard deyirlər dalıya. Bir yol front yard, backyard. Bunları qəşəng bəzəllər. Gülünlə, fulanla, bəhmanla. Mən bəzən baxıram, deyirəm, oğlum, burada $5.000 şeyi vardı. Mənim 2 ayımın, 2 ay yarımın, 3 ayımın hüququdur bu gül. Amma adam alıb orada əkibdir. Həftədə bir gün nə olur olsun, arvadlar belə, 70 yaşında arvadlar oranın çəməni vuracaqlar. Çəməni qoymazlar yekiləcələ aşağı. Çəməni vuracaqlar, qəşəng, gözəl, gedirsən, baxırsan, hər şey, gülü təmizləyəcəklər, aşqalların, ağaçlar. Ağaç meyvə gətirir, heç kəs əl vurmur. Yəni, ağaç gilas gətirir, heç kəs yemir. Alma gətirir, heç kəs yemir. Dururlar, şeylə oradan alırlar. Bizim bir dostumuz vardı, bir cür familya olmuşuq. Həyətində meyvə ağacı var, deyir ki, bundan yeməyin, bunlar şeylərindir, bu mal heyvanlarındır, bu Allah ki, çöldəki heyvanlar var, onlarındır, siz bunları yemək haqqınız yoxdur. Biz gedirik, biz axı İrandan gəlmişik, bu cür şeylər qarəti sevərik da gedirik, onlar qarəti yox.
O deyir ki, siz heyvanların payını yeyirsiniz. Bunları heyvanları yiyəcəklər. Siz yeməyəcəksiniz. Ki, bəqqaldan al. Niyə bəqqaldan almırsan, gəlmirsən buradan alırsan? Burada əxlaqdan bir söz danışma. Əxlaq yəni nə mənə? Yəni nə mənə? Bax, əxlaq mənə deyirsən. Vicdan yəni nə mənə? Qanun qoy, mən bilim ki, hamı bu qanunu, rəis cümhur da bu qanundan gedəcək, sən də mən də. Necə ki vicdan? Vicdan yəni nə mənə? Əxlaq yəni nə mənə? Bunları qoy kənara. Qanun qoy, qanunu sındıran, hər şey sındırsa mücazat edilsin. Mənə əxlaq deyə bir şey qoyma. Çünki İranlının bir əxlağı, Farsın bir əxlağı var, Türkün bir əxlağı var, Ərəbin bir əxlağı var, Bəlutun bir əxlağı var, Lorun bir əxlağı var, Ciləkin bir əxlağı var. Vicdanları da fərqlidir. Vicdan da insandan insana fərq edər. Mənfəətə görə qalar. Niyə burada adamı öldürür? Deyir ki, mənim mənafeyim xətər idi, öldürdüm. Hər yerdə, dünyanın hər yerində. Vicdandan narahat deyil, adam öldürübdür. Sonra niyə pəşiman olur? Vicdan deyil ki, onu pəşiman edilir. Zindana düşəcəyəm ona görə, edam olacağım ona görə. Buna narahatdır. Buna görə pəşimandır. Buna görə pəşiman deyil ki, adam öldürür. Vicdana ağılır. Yox, vicdana ağlamır. Diqqət buyurun, Kanadada yüzlər məmləkətdən, dünyada 200 neçə məmləkət vardı. Hamısından bura insan gəlibdir. Dinlər fərqli, dillər fərqli. Gəliblər burada. Qanun əsasında. Dövlət də bir standart qoyubdur. İstandart qoyub. Hər şeyi standart ediblər. Hər şeyi. Maşın alacaqsan standardı var. Ev alacaqsan standardı var. Ev kirayə eləyəcəksən standardı var. Baxın, biz bura gələndə, mən üşüğənəm özüm. Biz getdik ev kirayə eləyək. Evi kirayə elədik, qış gəldi, yetişdi. Ev çox sərin, mən üşüyürəm. Getdim saxtımana, dedim, saxtımana dedi ki, ağa, biz 24 dərəcə, 23 dərəcə buranı qızışdırmağa məcburuq. Ağa, mən üşüyürəm. Dedi, dərəcəni götürdü, getdi evə, dedi, ağa, sənin evi dərəcəsi 24-dür. Mənlə üşürüm yoxdur. Sən üşürsən, paltar giy. Sonra da mən çox şikayət elədim onun üstündə. Axır bir şey mənə deyir ki, sənə ki, mən bərqi pul almıram. Get bərqi buxar vur, mənə də demə. Mən getirdim, bərqi buxar vurdu. Yəni, orada bir qanun var. Deyir, ağa, mən 24 dərəcə buranı qızışdıracağım. Mən buranın aşqallarını silib aparacağım. Sən indi gəliblər deyib, ağa, bərqi hər kəs istəyir, özü pulunu verəcək. Tamam, hər kəsin saatı vardı. Qoyur ora, məsələn, mən olduğum saxtımanda heç kəsin saatı yoxdur. Hamıdan bir pul alırlar. Hər kəsəni, yaxşı İranda metr mürəbbə deyirlər. Sənin evi içi neçə metrdir? Oturduğun yer səxbəcə. Neçə metrdir? Onu hesablırlar. Məsələn, mənim şey deyirlər, 1200 metr sənin yerindir. İçin, bu evin içində fəza var. Oturasan, yatasan, əlini çatmaya, o sənindir. Oranı sən qızışdırırsan. 1200 metrə burada nə yanır? Bu saxtımada nə yanır? Bölüblər metr hesabı. Deyiblər ki, birinin evi bir xabədir, bir yataqlıdır, birinin evi 3 yataqlıdır. Amma mühüm deyil, neçə yataqlıdır. Neçə metrdir bunun içi? İçinin fəzası neçə metrdir? Ona biz böləcəyik, metr hesabı pulunu alaq. Biri, məsələn, 120 metrdə oturur, birinin də, deyək ki, 40 metrdə oturur. 40 metrin pulunu verəcək. Baxın, standart elədi. Maşını standart eləyibdir, benzini standart eləyibdir, sürəti standart eləyibdir, qanunu standart eləyibdir, işləməyi standart eləyibdir, hər şeyi standart eləyibdir. Hər yerdə şey standartla getmirik bizlər, deyir ki, gedəcəksən dadqaha, deyəcəksən ki, məsələn, mən bir yerdə işləmişəm, pulumu vermir. Şikayət eləmişəm dadqaha, dadqah deyibdir ki, bu adam gərək versin. O adam deyir, mən vermirəm, yoxumdur verəm. Dadqah mənə dedi ki, bu adam deyir, yoxumdur verəm, neyniyək? İstəyirsən federal dadqahdan hökm alaq, apar vercinlə polisə, ya getcinin o adamın maşınını tut, işini tut, hər nəyi evin tapçının saxla, apar bunu satdır, özü pulu al. Standartdır, hər şey standart. Onun üçün burada siz kulaqbərdarlıq görməzsiniz. O şey ki, İranda çeki bila məhəl deyirlər, burada çeki bila məhəl yoxdur. Mən indi 17 ildir Kanadada yaşıram, 17 ildə mənim cibimdə 150 dolar pul tapmazsınız. Yəni, mən sizin yanımda pul daşımaram. İndi fikrim yanımda bir 100 dolar var, 100 dolar mənim cibimdə pul var. Çünki mənim doğum günümdə oğlum mənə 100 dolar pul veribdi. Demişəm, bunu cibimdə saxlayacaq. Biz burada pul xərcləmirik. Kart xərcləyirsən. Kredi kartına xərcləyirsən, mən bilmirəm pul nə rəhdir, nə dürdür, nə dərdir. Nə işin var? Hər şeyi standart eləyiblər. Gələcəkdir standart. Sənin haqqın yoxdur asansorda şey vurasan. Yəni, üzr istəyirəm, kolun çox işlədəsən. O yerdə işlədə bilərsən ki, xüsusidir. Yoxsa sənin haqqın yoxdur. Bir dənə uşaq gedir salonda,
Haqqın yoxdur ona deyəsən, hey, how cute are you? Sən haqqın yoxdur, nə qədər gözəlsən, nə qədər filansan. Sənə nə? Sənə nə? Nə qəsdin, qərəzin var? Neyniyəcəksən bu uşağı istirsən sənə etimad eləsin? Diqqət buyursun. Məmləkət düzəldiblər. Sistem yaradıblar, sistem üstündə gediblər. Hər şey sistem üstündə. Hər şey sistem üstündə. İranda insan acdı, daşqa tutub da getir üstündə 2 dənə meyvə satsın. Gəlirlər vururlar. Niyə satır, niyə vurursan? Ya iş yarat, ya da vurmaq haqqın yoxdur. Bunu öldürənməsən azından. Sən gecərək bunu, mənim ittifaqən dostlarımla adını da burada çəkim geçsin, qulağına yetişsinlər, gəl dostları yetişdirsinlər, yetişsinlər. Əli Abbasi dərs də oxuyubdu, yaxçıda ruznaməni qardı, fikirəm, ustad danışqahdır da, hər nədir də, çiçi mətləblər də qoyur, hərdən görürəm. Həm ruznaməni qardı, həm də orada burada işlir, dövlətə, rəvabitin müdə falan da işlir, orada burada işlir, hər halda işlir, zəhmət çəkirlər, çəksinlər, geçinirlər. Mən görürəm ki, bu həmişə Sədd-i Mə'bərdən danışır. Hüquq-i mərdum, əvvəlin hüquq-i mərdum yaşamdır. Sən əgər əvvəl istəyən danışırsan, gərək deyəsən ki, haqqın yoxdur bu daşqasına, deyəsən Sədd-i Mə'bər eləyibsən. Əvvəl haqqın yoxdur buna deyəsən. O zaman haqqın var deyəsən Sədd-i Mə'bər eləmisən ki, deyəsən sən toxsan. Sənin çörəyin var yeməyə, işin var işləməyə, geçinə bilirsən. Əvvəl bunu deyəcəksən. Çünki mənim haqqım yoxdur, mənə acılığa məhkum eləyəsən. Əvvəl mənə iş düzəldəcəksən. Sən bu şəhrin şurasısan, şəhərdarısan, tamam. Yerin yerində. Xiyaban çəkmirsən, xiyaban sənindir. Əlamət vurmuşsan, piyadarı düzəltmirsən, tamam, sənin, doğru. Amma mən ac qalma, saxlamağa haqqın yoxdur. Mənə iş düzəldəcəksən, mən işləyəm. Mən işlədiyim vəziyyətdə məni eləyə bilməsən, burasına tutasan, salasan zindana, ya cinsimi aparasan, ya daşqamı aparasan, falan aparırsan. Bu insaniyyətin ziddinədir, qanunun ziddinədir. Çünki birinci qanun mənim diri qalmamdır. Sən istəyirsən, mən neyniyim? Ağay Əli Abbasi, ağay şəhrdar, ağay şurayı şəhər, sən istəyirsən, mən gedəm oğurluq eləyəm. Sən istəyirsən, mən gedəm adam öldürəm. Sən istəyirsən, mən qaçaqçılıq eləyəm. Sən istəyirsən, mən qumar oynayam. Sən istəyirsən, mən özümü satam, bədənimi satam, canımı satam, arvadımı satam, qızımı satam. Sən bu şəhərdə niyə şurayı şəhərsən? Buna görə ki, mənim zindicanlığımı, işimi təmin eləyəsən. Buna görə deyirsən ki, mənim işimi əlimlə alasan, yaşadımı əlimlə alasan. Kanadada o cür deyil. Kanadada pənahəndə alır, xaricədən insanlar alır, şəraitinə. Hər kəs gəlib bura gedəcəksən, dərs oxuyacaqsan, ingilis öyrəşəcəksən. Hər kəs gəlib bura gedəcəksən, dərs oxuyacaqsan, dil başaracaqsan, iş işləyəsən. Mənim burada pulum yoxdur, sənə müftə pul verəm. Pul gətirəcəksən bura, yer alacaqsan, ev alacaqsan, iş düzəldəcəksən, hamı işləyəcəkdir. Şəhər öz-özünə yekəlməz. Şəhəri qabaqcan xiyabanlarını çəkiblər. Siz indi burada Yang xiyabanı deyə dünyanın ən uzun xiyabanı Yang xiyabanıdır. 100 kilometr uzunluğudur. 100 kilometr. 101 kilometr uzunluğudur. 101 kilometr xiyabanın uzunluğudur. Bu şəhərdən 100 kilometr uzunluğunda bir dənə şəhər var, adı Beridir. Bu gedəcək ora. Şəhər də deyiblər, gələn 100 ildə o şəhər, bu şəhər, o şəhərə çatacaq. Xiyabanlarını çəkiblər, buludlarını çəkiblər, hər tərəfdən bəllidir. Vəsətdə də kiçik-kiçik şəhərləşlər düzəlibdir. Keçiblər, hazır eləyiblər. Bunlar cəmiyyət çoxaldıqca orada bir şəhərləş düzəldəcəklər. Bu birlikdə 5.000 nəfər, 10.000 nəfər orada yaşayacaqdır. Gedəcəklər 5 ildən sonra, 10 ildən sonra cəmiyyət çoxalacaq, bir ayrı buluş düzəldəcəklər. Orada bir 10-15.000 nəfərə yer düzəldəcəklər. Belə gedəcəkdir 50 ildən sonra, 100 ildən sonra məsələn bu iki şəhər yapışacaq bir-birinə, kamil bir şəhər olacaqdır. Diqqət buyurursunuz. Kanada bir sistem düzəldibdir. Hamıya ehtiram qoyubdur. Sən getginə burada deyilən ki, ağa, mən 5 dana türkəm ya 5 dana farsam, istəyirik ki, öz dilimizdə uşaqlarımıza dərs deyək. Deyəcək ki, get mədrəsəsini tap, yerin kirayə elə, müəllimin tap, cəmələ. Gedəcəksən, deyəcəksən, filan yerdə kirayə bir belədir, mən istəyirəm oranı kirayə eləyəm. Müəllimlər də filan kəsləri tutmuşam, bunlara da saat hesabı siz pul verəcəksiniz. Mən istəyirəm bu dərsi oxuyum. Farsların burada mədrəsəsi var. Yangıda, ən bahalı yerdə mədrəsələr var. Büdcəsini alır, bir dana fars gedir, orada fars dili dərsi deyir. Hafiz deyir, şeir deyir, nə bilim, nə mənə deyir. Əlifbadan başlayır, bunları yazmaq öyrədilir, falan öyrədilir. Türklər daha belə, Türkiyəllər.
Azərbaycanlılar. Ermənilər. Ermənilərin burada bayraqlarını asıblar Kilisəyə ya evinə. Mənim yadıma gəlir, hətta bizim bəzi adamlarımız var, çox duyğusaldılar. Deyirlər və burada İrandır. Hər şey bilir. Hələ feylən İran havasında yaşır. Gəlib hamı, gəlin gedək o evin qabağında rahimalığı eləyəm, gedirsə zəfir polisə, mənim evimin qabağında adam yığışıblar, mənim əmniyyətim xətərdədir. Polis gəlir, niyə buradasınız? Biz o bayraq Ermənistanın bayraqda olmasın. Deyir ki, hara qoyubdu? Deyirlər ki, məsələn, Onxa. Deyir ki, ora haradır? Deyir ki, oradır. Deyir ki, xiyabandır, yox. Ora kimin mülküdür? Onun mülküdür. Nə qoyub ora? Bayraq qoyubdu. Sənə nə qoyubdu? Öz mülküdür. İstər lüt çıxar, istər bayraq qoyar. Sənə nə? Sən də get mülküvə bir ayrı bir şey qoy. Sən də get öz mülkündə Ermənistan bayrağı yandır. Kanadanın nəsə bayrağını yandır. Sən Kanadanın bayrağını ya vur ya vurma. Bizə nə? Sən eləyə bilərsən Kanadanın bayrağını burası, elə bilsən Azərbaycanın bayrağını burası. Bu pəncərədən mənim həyət deyil, mənimki balkondur. Mən balkondan Türkiyə bayrağını qoyum, Kanada bayrağını qoyum, Azərbaycan bayrağını qoyum. Heç fərq eləməz. Mənim mülküm, deyir sənin mülkündür. Mən sənin mülkümə girənmərəm. Nə qədər bu adamlar, dedim ağa buranın qanunu var. Yox, biz yerəcək rahimalıq eləyək. Niyə kilisada, erməni kilisasında Ermənistan bayrağını qoyublar? Getdik dedi ki, bu kilisa private'dir. Yəni bir şeyin mülküdür. Bu mülküdə bunlar üstündə bu bayrağı qoyarlar. Sizə nə? Sənin mülkümə qoyubdur? Yox. Get sən öz mülkündə nə istəyirsən onu elə. Sən də get Azərbaycan bayrağını aç. Sən də get Türkiyə bayrağını aç. Niyə mənim bayrağımı? Hamı maşının üstünə bayraq qoyur. Hamı. Hər kəs istərsə, hangi məmləkətin bayrağını qoyarsa qoyar. Heç kəs gəlib bunu deyəmə, sən niyə Ermənistanın bayrağını vurmuşsan, Rusiyanın bayrağını vurmuşsan, Ukraynanın bayrağını vurmuşsan, İranın bayrağını vurmuşsan, Güney Azərbaycanın bayrağını vurmuşsan. Sistem yaradıblar. Hamıya qanun çərçivəsində haqq verilibdir. O haqqı qorur. Polisin vəzifəsi o haqqı qorumaqdır. İranda haqq verilməyibdir bir. Haqq verilməyib bir. Yəni, mənim dilim qaçaqdır. Bir anda qavramları düşünək, dostlar. İranda bir rəsmi dil var, bir qaçaq dil. Rəsmi və qaçaq. Yəni, hər şeyin iki anlamı var. Mən dünən nəvəmə qulaq asırdım. Mənim bir nəvəm var, 4 yaşı olacaq inşallah. Bu dünənə opposite wordları danışırdı. Tərs mənalı sözləri danışırdı. Bizə örgədirdi əslində. Gecə, günüz. Işıq, qaranlıq. Şirin, acı. Güvən, qorxu. Bu cür çox. Yəni, mən əsə bir ləhsə diqqət elədim. Mən bunları niyə bu rahatlığı, bu uşaq bildiği kimi bilmirəm. İndi əlan çalışıram, misal deyəm, beynimdə tapanmıram. Uşaq orada 200 dana opozit kəlmələri gətirdi bir-birinin dibində. Mən gördüm, uşağın sistematik sistemi fərqlidir. Mənim sistemim fərqlidir. Mən o cür ölçəşməmişəm ki. Mən bu cür ölçəşməmişəm. Bu 4 yaşı var, gedir hərdən bir mədrəsəyə gedir, opozit vırdıdan danışır. Kəlmələri ki, bir-birinə şeydirlər, ziddirlər. Opozit, zidd. Bizdə bunlar yoxdur. İstandart eləyiblər. Hər şey istandart. Tərif eləyiblər. Haqq verilir, haqqı da icra edilir. İranda haqq verilmir. Deyibdir ki, rəsmi, opoziti nədir? Qeyri-rəsmi, yəni qaçaq. Sicilli adamdır, sicillisiz adam. Pasportlu, pasportsuz. Turist, qaçaq. Diqqət buyur. İndi, İranda 2 dana şey var. Varlıq var. Bir qaçaq varlıq, bir də rəsmi varlıq. Yəni bir gizli varlıq, bir də bir qanuni varlıq, bir qeyri-qanuni varlıq. İndi fars dili qanuni varlıq, türk dili qeyri-qanuni varlıq. Fars dili rəsmi varlıq, türk dili qaçaq varlıq. Diqqət buyurursunuz. İndi burada mən niyə gərək İranda qalam? Niyə gərək İranla yaşayam? Niyə gərək pan-İranist olam? Mən niyə gərək pan-Azərbaycançı, pan-Türk olmayam? Niyə gərək pan-Türk olmayam? Mənə bunu deyin. Mənim pan-Türk olsam, mənim müstəqil dövlətim olsa, ehtiyacı yoxdur qaçaq ola dilim. Ehtiyacı yoxdur qeyri-qanuni olam. Qanuni, rəsmi dil olur. Mənim İranda, əcəba mənim İranda Türk olaraq
Hüviyyətin qəbul olur, qeyri-qanunidir. Qeyri-qanuni və qeyri-rəsmidir sən deyəsən mən türkəm. Çünki İranda səni rəsmən danışqahlar və dövlət deyir ki, Azəri. Azəri olmasansa qeyri-qanunisən. Mən tamam bir... Aha, mən istəyəm ki, qanuni bir vücud alam, rəsmi bir vücud alam. Niyə mən İranla qalam? Başıma daş dəyibdimi? Bunun üçün dostlar, diqqət buyurun, biz bəzi şeyləri qeydməliyik, onları mənimsəməliyik. Mən və sən pan-türk olmalıyıq. Pan-türk olmaq yəni bu üçün mən rəsmiyyət istəyirəm özümə. Mən bir varlığam, rəsmi və hüquqi və qanuni varlıq olmaq istəyirəm. Mən İranda rəsmi varlıq deyiləm. Qaçaq varlığam. Qaçaq varlıq nə mənə? Qaçaqçılar nə tür yaşarlar İranda? Türk dili və türk insanı İranda tür yaşır. Gizli, məni indi tutarlar, bir saatdan tutarlar. Onun üçün bu Əbülfəz bəy eləyə bilir gələ, pan-İranislıq eləyə, pan-farslıq eləyə. Çünki o bunu deyəndə yaşaya bilir. Farsın rəsmiliyinin kölgəsində gizlənə bilir. Amma məncə deyirəm, mən türkəm, haray mən türkəm, Azərbaycan türk millətinindir, gərək müstəqil olsun, çünki mən istəyirəm rəsmi olam, qanuni olam. O İran deyir ki, bunun başını vurun. Mənim iki yolum var. Ya qaçaq yaşamalıyam, qeyri-qanuni yaşamalıyam. Məsələn, İranda qaçaq nədir? Qaçaq. Üz istəyirəm, qaçaq şeylərin adını saysaq. İxtilas eləsəz qaçaq deyil. Tiriyə çəksəz qaçaq deyil, çünki məşrudur. Məşrudur. Əraq içmək qeyri-məşrudur. Din əraq ona müxalifət eləyibdir, tiriyə işinə müxalifət eləməyibdir. Bunun üçün əraqın mücazatı tiriyəşdən çoxdur. Siz nə qədər tiriyəç çəkəsiniz, işlədəsiniz, alasınız, satasınız, məşrubcan, əraqcan, vodkacan şeyi yoxdur. Şərabcan mücazatı yoxdur. İran qanununda. Bəli, hər halda o qeyri-qanunidir. Qeyri-qanunidir. Bu qanunidir. Biz istiyoruz qeyri-qanuni olmayaq. Biz istiyoruz qanun əsasında bəlli və özümüz deyək biz kimik. Mən deyəcəm mən kiməm, sən deyənməsən mən kiməm. Mən deyənmərəm ki, farslar ariyayı deyil. Mənə nə ariyayıdırlar? Özləri bilərlər, ariyayı olsunlar, olmasınlar. Mənə nə? Özlərinin İranını bilsinlər ya bilməsinlər. Cenə mənə nə? Dünya bunlarındır. Cenə mənə nə? Bunlar təvəhhümdə yaşırlar. Cenə mənə nə? Bunlara kim nə verib çəkiblər, dünyanı belə görürlər. Cenə mənə nə? Mən özümü düşünəcəyəm, özümü tərif eləyəcəm. Mənə nə ki, farslar nə deyirlər? Mən özümü tərif eləyəcəm. Farslar bizi tərif eləyəməzlər. Biz də onları tərif eləmirik. Bizə nə ki, fars kimdir, kim deyil. Mənə nə ki, hardan gəlmədilər, gəlmədilər. Buradadırlar, əlan buradadırlar. Mənə nə? Amma mən özümü tərif eləyəcəm. Sənin haqqın yoxdur məni tərif eləyəsən, sən Azərisən. Mənim haqqım var, özümü tərif eləyəm. Sən məni tərif eləyərsən, Azərisən, mən də sənə deyərəm ki, sən fars deyilsən, sən hindilisən. Çünki sən mənə ehtiram qoymasan, mən niyə sənə ehtiram qoyacağam? Sən məni rəsmiyyəti tanımasan, mən səni niyə rəsmiyyəti tanıyacağam? Sən məni qanuni tanımasan, qeyri-qanuni tanımasan, mən səni niyə qanuni tanıyayım, qeyri-qanuni tanımayayım? Rəftar mütəqabildir. Hörmət mütəqabildir, qonşuluq mütəqabildir. Dostlarım biri gözəl dünənləri mənə bir şey öyrətdi, onu deyim, adını bilmirəm. Mən bir türk yazıbdı belə bir şey. Mən bir türk. Dünənləri pana görə bir şey yazmışdım. Yazdı ki, panın türkcə bir sözdür. Mən əvvəl çox təəccüb elədim. Dostun sözünü. Dedim, bu da o ifrati adamlardandır ki, məntiqlə danışmır. Amma mən insanlar yazırlar, oxuyacağım. Çünki onu yazıb mən oxuyam. Pis də yazsa, düz də yazsa, qələt də yazsa, mənim ziddim də yazsa, onu yazıb mən oxuyam. Mən insanlara bu qədər hörmət qayıram ki, özümü, onların yazdıqlarını oxumağa məcbur görürəm. Lazım olsa cavab verirəm, lazım olmasa cavab vermirəm. Gördüm yazıb ki, Pampi türkçə kəlmədir. Əvvəlcə dedim ki, bu adam da hər halda düz şeydir, biraz çox ifratidir. Sonra dedi ki, yazdı ki, Pan Həmədanda əkinçilər arasında və kənd arasında Həmədanda məşhur bir sözdür. Diqqət buyurun, demir Azərbaycanda ya türklərin içində. Deyir ki, Həmədanda, kətlərdə əkinçilər arasında çox məşhur bir söz və hüquqi qavramdır. Hüquqi qavramdır, rəsmi bir qavramdır. Su ərx ilə gedər. Biz ərx deyək buna. Bu bağ, beləsi gedir, hər kəsən bunu sahatı var ya, nə vardır, vəryanı çöndürər özünə. Yəni suyu çöndürər özünə.
Bu da ki indi suyu gedəcəkdir ki, suyu filan yerdən kəsə çevirə özünə tərəf. Bu bir ayağın bir yerlə qoymalıdır. Hər yerə ayağın qoya bilməz. Çünki xalqın zəhmət çəkibdir, zəmisinə qoya bilməz. Orada buğdası var, zəhmət çəkibdir. Ayaq haqqı yoxdur oranı ayaqlıya. O bir yerlə gedəcəkdir ki, su da ora çıxmayacaqdır. Onun arası ilə. Yəni Ərxin qırağındakı olan ki, Təbrizdə Qənovun qırağına deyirik, ora pan deyirlər. Pan. Yəni bu pan kanal deyək. Bu pan kanal haləti var. Əkinci bunun üstü ilə gedər, su da bunun içi ilə gedər. Əkincilər bunu istədikləri yerə çevirərlər, istədikləri yerə kəsərlər. Yəni vaxtında, qanun əsasında. Bu gözəl panın gözəl türkcə mənasını mən dünən dostumuz mənə öyrətdi. Pan çərçivədir, qanundur. Siz ondan eşiyə çıxanmazsınız, onu değişdirərsiniz amma. İstədiyiniz yönə apararsınız. Diqqət buyururuz. Çünki Ərxidir, Ərxin qırağındakı ayağınızı qoyub yeridiğiniz yerdir. Ayağınızı ondan çıxadıb özgənin torpağına qoyanmazsınız, hasılına qoyanmazsınız. Həqqiniz yoxdur. Qoyarsınız, mücazat ola bilərsiniz, şikayət eləyə bilər. Savaşar səndən əslən. Mənim zəmimə niyə girdin? Mənim bağıma niyə girdin? Dostlar, baxın, indi bunu deyirəm. Dostumuz soruşdu, Kanada nədirdir? Baxın, buradan Kanada çox böyük bir torpaqdır, çox əcib torpaqdır. Çox əcib, çox da verimli. Meşəlikdir, gəliblər, kəsiblər meşələri, zəmi eləyiblər, ev eləyiblər, şəhər eləyiblər. Çox. Mən hətta geçən gün baxırdım, bir dana burada zəmi satırlar, içində də bir 2 təbəqə ev var, 3 yatağı var. 750.000 dolara satırlar. 60 hektar yeri var. 2 saat yarımda mənim evimdən oracan yoldur. Dövlət buna bu zəmini verib deyir. Deyib ki, sən bunun %50'sini əkə bilərsən. %50'sini, məsələn 30'un gərək meşə qalsın. Meşə gərək saxlanıla. %20'sini də məsələn bunu o tələfliq eləyə bilərsən. Yəni hər yerə kənməzsən. Adam ilə yeri beləsə keçək, yerə ayrıcıq yoxdur. İndi buradan ora gedirsiniz, məsələn 500 kilometr, 1000 kilometr maşın sürürsən, zəmilərin ortası ilə. Zəminin eni 3 kilometr, 5 kilometr zəminin enidir. Qarğıdalı əkibdir. Məsələn, Qarğıdalı da çıxıbdır, sütünləyib orada asılıbdır. İran olsa millət düşəcək. Alma əkibdir, gilas əkibdir, ağac əkibdir, meyvə ağacı əkibdir. Bağın qırağı ilə gedirsən. Bir nəfər maşını saxlayıb, düşüb oradan bir dana meyvə dərmir, bir dana. Bir dana oradan Qarğıdalı kəsmir. Oğurlamır. Niyə? Deyir ki, bu bağ sahib zəhmət çəkibdir. Pul qoyubdur, ömür qoyubdur, buradan pul götürsün. Mən niyə onun payını oğururam? Mən buradan bir şey oğurlamaqla bunu ona deyirəm ki, sən də o birisindən oğurlaya bilərsən. O da deyir, sən ondan oğurlaya bilərsən. Bir dana oğurluq sistemi gəlir. Amma burada oğurluq sistemi yoxdur. Oğurluq sistemi Kanadada yoxdur. Taza Kanadaya gələnlər oğurluq eləyir. Bunu deyim. Yəni Kanada biri Ərəb məmləkətlərindən, İrandan, oradan, buradan gəlibdir, oğurluq eləyir. Yəni gedir, məsələn, düşür, birdən görürsünüz ki, orada, məsələn deyək, istirahət eləmək üçün düşübdür. Gedir oradan, məsələn, bir dana, 2 dana Qarğıdalı kəsir qoyur cibinə. Oğurluq isə olur. Amma 2 ildən sonra, 3 ildən sonra görürsünüz ki, yox, oğurluq eləməyək. Gedək alaq. Gedək alaq. Gedir zəminin sahibına, deyir ki, məsələn, mən buradan dərə bilirəm. Deyir ki, məsələn, biri 10 sent, 20 sent, 50 sent, 1 dolar, 2 dolar. Mən hamısına rəst gəlmişəm. Bir yerə getmişəm, görmüşəm, yazıqdır ki, biri 10 sent, getmişəm 50 dona dərmişəm, məsələn, eləyibdir 10 dolar, 20 dolar vermişəm, gəlmişəm. Bir yerə də getmişəm, görmüşəm, deyir, biri 2 dolar. Demişəm, çox sıx oldum, qeytmişəm, almamışam. Diqqət buyurursunuz. Gəlmişəm məğaziyə, məsələn, dünənlər mən özüm getmişim məğaziyə, gördüm yazıb 4'ü 2 dolar. Aldım, bu günlər getdim bir ayrı məğaziyə, gördüm yazıb ki, 3'ü 4 dolar. Almadım. İhtiyacım. Diqqət buyurun. Yəni, orada biz bir oğru sistemi ilə yaşırıq. Hamımıza oğru olur. Hamımız bir cür oğurluyuq.
Hamımız vaxtimizdən oğururuq, işimizdən oğururuq, xalqın bağına girsək oğururuq, zəmisinə girsək oğururuq. Buğdasından 5-10 dana sümbül kəsək, xoşumuz gəldi, bunu asaq evimizə. Niyə xalqın zəhməti niyə oğurursun? Niyə? Get adama deyən ki, ağa, mən istəyirəm sənin sümbüllərindən bir... Mən Türkiyəliləri niyə sevirəm, dostlar? Mən Türkiyəni və türklərin aşıqıyım. Mən bir pan-türkəm. Mən deyirəm, Türk dünyasının birləşməsini istəyirəm. Türk dünyasında bir dana pul olsun, bir dana dövlət, federal dövlət olsun, ondan sonra məhəlli dövlətlər olsun. Güney Azərbaycana da mən bunu düşünürəm. Güney Azərbaycanın gərək federal dövlət ola özü. İçində hər şəhərin özünün qüdrəti, siyasi dövlət. Yəni bir dana federativ cumhur olur. Əgər Mərağa istəyir müstəqil bir dövlət qursun Güney Azərbaycan Türk Cümhuriyyətində bir dana da Mərağa cumhurisi olsun. Nə işgal var? Bir dana Kəleyvər cumhurisi olsun. Bir dana Qəradağ cumhurisi olsun. Amma Güney Azərbaycan Cumhuriyyəti içində cumhuriylər qurulsun. Deyək ki, Güney Azərbaycan Türk Cumhuriyyətləri nə iradı var? Mərağəli öz dilini istəyir orada rəsmi eləsin. Öz ləhcəsini, türkcəsinin ləhcəsində istəyir orada ağzında, Mərağa ağzında danışsın. O da Əcəbşir ağzında danışsın. O da Kəleyvər, Qəradağ ağzında danışsın. O da Şəbistər ağzında danışsın. O da Ərdəbil ağzında danışsın. O da Zəncan ağzında danışsın. O da Qəzvin. Məsələn, bizim 50 dana cumhurimiz olsun. Deyək ki, Güney Azərbaycan Türk Cumhuriləri dövlətləri. Nə irad var? Niyə qorxaq? Niyə qorxaq? 50 dana Türk Cumhuriyyəti olsun. Hamısına deyək ki, Güney Azərbaycan Türk Cumhuriyyəti dövlətləri birliyi. Nə irad var? Niyə türklər bir olmasın? Tamam, dünya türkləri dövlətləri birləşməsinlər. Deyək ki, Türk millətləri dövlət, bütün dünya Türk cumhuriyyətləri, federal cumhuriyyətləri, federativ cumhuriyyətləri, niyə bunu qoxum? Burada bir pul olsun, biri orada olsun, hamıya zor gəlməsi, güclü bir millət olsun, iqtisad azad olsun hamıya, gəlgədə azad olsun, pasport olmasın. Mən istərəm, harada gedib yaşayayım, niyə bunu istəməyim, niyə? Bu günləri qış gəlir, mən də üşüğanam. Qaçıb gedərəm, şeydə yaşaram. Türkiyənin isti yerlərində yaşaram. Sabahları yay gəlir, çox şeydir bura. Gedərəm Tataristan'da yaşaram. Gedərəm Uyğuristan'da yaşaram. Dünyanı rahatca dolanam. Harda sevsəm orada işlərəm. Hamımız bir dana official dilimiz olar, yəni idari bir dilimiz olar ki, onunla hamımız bir-birinə danışaq türkçə olar. Bir dana rəsmi bir türkümüz olsun, məsələn deyək ki, İstanbul türkçəsi ya Azərbaycan türkçəsi, hangisi? Bunu hamımız bunda dərs oxuyaq ki, bunu bilək. Bir-birimizə yetişəndə, yazanda bununla yazaq, danışanda bununla danışaq, amma burada 200 dana cumhurimiz olsun. Mənim nəzərimdə heç işgalı yoxdur ki, məsələn 200 dana Türk Cumhurisi birliyi olar. Mənim nəzərimdə heç işgalı yoxdur. Dedim, mən bunu dəfələrcə danışmışam, yazmışam, dostlarımız da həmlə eləyiblər. Amma məncə heç işgalı yoxdur ki, Güney Azərbaycanda 50 dana Türk Cumhurisi olsun. 50 dana da hər kəsən, hər məntəqə, hər mahal özünün dilin rəsmi dili olsun. Amma bunun yanında bir dana da bir official türkçe olsun, rəsmi türkçe olsun. Onu da hamımız örgəşək. Yəni, Mərağədə, Ərdəbildə, Binabda, Xoyda, Səlmasda, Zəncanda, Xudabəndədə, hər yer bu dildə danışaq bir-birimizə. Nə irad var? Hər kəsin öz ləhcəsini, öz məntəqəsinin, tarixini, dilini qorusun, varlığını qorusun, iqtisadını qaşılsın. İstəyir buradan bir şeyi satsın. Satsın Türkiyə, satsın Moğolistana, Tataristana, Üzbəkistana, hər yerə istir satsın. Maliyyat vermədən buradan ora geçsin, oradan bura gəlsin, buradan ora alsın, oradan bura satsın. Zindicamlığını eləsin. Bura ucuzlu geçsin, orada yaşasın. Bura bahalıqlı geçsin, ucuzluqda yaşasın. Bura istidir geçsin, istəyəsin. Soyuqdur, soyuqdur. Böyük bir məmləkət. Niyə bunu sevməyək? Mən bunun aşıqıyam. Mən əgər bu pandır, mən bu pan olmaq istəyirəm. Türkçülükdür, mən türkçülük istəyirəm. Turancılıqdır, turancılıq istəyirəm. Yəni mən, adı mühüm deyil. Mühüm budur ki, birləşək. Mühüm budur ki, güc olaq. Mühüm budur ki, iqtisadi güc olaq, siyasi güc olaq, topraq gücü olaq, millət birləşsin, mərzilər, sərhədlər götürsün, birlik olsun, rahatçılıq olsun,
rifah olsun, əmniyyət olsun, güvən olsun. Bizə İranda bunlar yoxdur. Bizə İranda bunlar yoxdur. Bunun üçün biz İran bizdən deyil, biz də İrandan deyilik. Çünki biz İranda qaçaq vəziyyətdə yaşayırıq, qeyri-qanuni vəziyyətdə yaşayırıq. Bizim statusumuz İranda, varlığımız qaçaq varlıqdır, qeyri-qanuni varlıqdır. Biz bundan çıxmalıyıq. Biz var olduğumuz üçün qanuni yaşamalıyıq, qaçaq yox. Biz bir pis iş görmürük ki, Türk'ük. Biz Türk olduğumuza iftihar edirik ki, Türk'ük. Dostlar, bu günləri kitab oxumadım. Bunları mənim nəzərimə kitabdan mühüm idi bu düşüncələr. Dostlara yetirin, lütfən yayın bu videoları. Dostlara yetirin. Biz gələk bunları millət bilsin. Nəqd eləsin məni. Məni nəqd eləsin. Mənim burada dostlarım var idi. Mənim bu teorima ki deyirəm, hər mahalın öz dili, rəsmi dili olmalıdır özünə. Qəbul eləmirdilər. Məsxərə edirdilər. Gülürdülər. Gülünc gəlirdi onlara. Mənim üçün çox önəmlidir. Çünki onlar məncə dalıdırlar. Fikirləri dalıdır. Onlar düşünəmirlər ki, hər bir kənd eləyə bilər deyəcək, mənim özümün bir varlığım var, istəyirəm bu müstəqil varlığı rəsmiyyətə tanınsın. Heç kəsin haqqı yoxdur. Qərə Dağlının haqqı yoxdur, gələ mənim varlığımı poza. Ərdəbilin ləhcəsi, ya Təbrizin ləhcəsi, ya Urmiyyənin ləhcəsi, ya Xoyun ləhcəsi, ya Qəşqayının ləhcəsi, ya Türkəmənin ləhcəsi, ya hər yerin ləhcəsinin haqqı yoxdur, gələ mənim ləhcəmi poza. Mən istəyirəm, ləhcəm bir milli ləhcə olaraq qalsın. Mənim bir özümə görə bir evlənməkdə, ərə getməkdə, ölməkdə, uşaq kəstirməkdə, filan bir özümün bir ənənəm, tarixdə bir şeyim də. Sən istəsən də bu var, mən istəsəm də, sən istəməsən də var. Mən istəyirəm bunu saxlayam. Sənin xoşun gəlsə də mən bunu saxlayacağım, mən xoşun gəlməsə də. Məsələn, mən it burnu deyirəm, səndən deyirsəndir. Yox, bu ədəbsizdir. Mən ədəbsiz sözümü saxlarım səninlə. Biz bunun qabağında durmamalıyıq. Hər halda dostlar, çox danışdım. Çox sağ olun. Təşəkkür edirəm. Xahiş edirəm, yayın bu fikirlər. Mən nəcatpərəstəm, mən türkçüyəm. Türkçülük bir nəcatdır, bir millətdir. Türk deyəndə fars yox, ərəb deyil, rus deyil, alman deyil, portugal deyil, İspaniyalı deyil. Bu türkdür. Bu türk torpaq deyil, türkdür. Azərbaycan türkündən tutdu getdi, Qəşqayı türkündən, Xorasan türkündən, Bəndər türkündən, Türkəmən türkündən, Tataristandan, Üzbəkistandan. Hara gedirsiniz ki? Türkmenistandan, Türkiyədən. Hamısı türkdür. Torpaq deyil. Türk bir ırqdır. Yəni bu deyəndə türk, yəni ki bu fars deyil, ərəb deyil, ingilis deyil, alman deyil, rus deyil, portugal deyil, italyan deyil, yunan deyil. Baxın, türk bir şeydir. Fərqli də olar. Mən türkəm. Bir də türk bir millət, bir çox insanların türkdülər. Biz birləşmək gələcək. Bunun adına Turan deyək, Türkistan deyək, nə deyirik deyək? Birləşək. Sağ olun, gecəniz xeyirli qalsın.